Salam xanımlar, hər vaxtınız xeyir. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün seminarımızın dördüncü günüdür. Bugün artıq dördüncü gündür ki, sizlərlə seminara qoşuluruq. Və bugün bildiyiniz kimi həftə sonu bizim seminarlarımız 12:00-dan başlayır və 14:00-a qədər davam edəcək, yəni 2 saat davam edir. Bugünkü seminar mövzumuz emosional tənhalıq sindromu ilə bağlı olacaq. Çox əslində maraqlıdır. Yəni məni təsirləndirən hissələr çox idi. Nərmin xanım da indi seminarda onların hər birinə izah verəcək. Ümid edirəm hər biriniz üçün maraqlı bir seminar olar. Seminarın sonunda həmişəki kimi, bəlkə indi yeni qoşulan xanımlar var aranızda, heç 3 seminar boyunca qoşulmayan, onlar üçün yenidən bir xatırlatma edək. Sualları yalnız seminar sonunda verə bilərsiniz və seminarın mövzusuna aid suallar cavablandırılır, şəxsi suallar cavablandırılmır. Şəxsi suallarınızı yalnız fərdi seansda verə bilərsiniz və seminar gedişatında suallara cavab verilmir. Çalışın suallarınızı özünüzdə qeyd dəftərinizdə qeyd eləyin və seminar sonunda ünvanlayın. Yazılı və səsli formada verə bilərsiniz. Və səsli formada sual vermək üçün orada əl işarəsi var. O işarədən istifadə edirsiniz, görüntünüzü açırsınız. Mən sizi görəcəm həmin anda və sualınızı ünvanlamağınız üçün adınızı çəkəcəm. Həmin anda siz səsinizi açıb sualınızı verə bilərsiniz. Mən deyəcəklərim bu qədər. Başlayaq seminarımıza, Nərmin xanım. Salam əziz xanımlar, hər vaxtınız xeyir. Nişanə xanım da qeyd etdiyi kimi, bugünkü seminar mövzumuz emosional tənhalıqdır. Tənhalığı biz insanlar olaraq adətən fiziki tənhalıq bilirik. Məsələn, tək qalmaq, yanımızda fiziki olaraq heç bir insan yoxdur, evdə təkik və ya iş yerində təkik, küçədə təkik, bu fiziki tənhalıqdır. Bugün danışacağımız fiziki tənhalıq deyil. Emosional tənhalıqdır. Yanınızda insanlar olsa belə, ailəniz, həyat yoldaşınız, uşaqlar, dostlar, hər kəs olsa belə, yenə də tək hiss etmək, bu artıq emosional tənhalıq sayılır. Bir söz var, yəni ki, bunu bir çoxlarınız bilirsiniz ki, mənim tənhalığım insanlarla doludur. Yəni, ətrafımızda yetərincə çox insan olaraqdan da biz emosional olaraq özümüzü tək hiss edə bilirik. Məsələn, düşünün ki, bir toydur, o toyda heç kimi tanımırsınız və 200 nəfər iştirakçı var toyda, siz də oradasınız. Baxın, fiziki olaraq görün nə qədər insan var orada. Amma emosional olaraq bəlkə də dünyadakı ən tək gününüzü orada yaşamış ola bilərsiniz. Buna görə də bugünkü mövzumuzda əsasən duyğularınıza baxmağınızı istəyəcəm. Siz qorxanda, utananda, əsəbləşəndə, sevinç keçirəndə, məyusluq keçirəndə özünüzü təkmi hiss edirsiniz? Bunu bir otağa çəkilib təklikdən mi yaşayırsınız bu duyğuları, yoxsa bunu rahatlıqla həyatınızdakı insanlarla bölüşə bilirsinizmi? Əgər bunu tənhalıqda yaşayırsınızsa, bu zaman siz emosional tənhalıq yaşayırsınız. Münasibətlərdə qadınlar və kişilər eyni emosiyalara görə tənhalıq yaşayırlar. Amma biraz fərqlər olsa, bunlar hansı fərqlər ola bilər? Qadın üçün ən ağır emosional tənhalıq eşidilməmək, görülməmək, emosional olaraq tək qalmaqdır. Duyğularının hamısı tək qalmaq. Qadın üçün bu dördüdür. Daha doğrusu bu üçüdür. Görülmək, eşidilmək, emosional olaraq tək qalmaq. Kişi üçün isə ən ağırı davamlı tənqid olunmaq, hörmətsiz hiss etmək, bacarıqsız və dəyərsiz görülmək. Qeyd etdiyim kimi, emosional tənhalığı insanlar olaraq hər birimiz yaşayırıq. Amma fərqli hissələrdə yaşayır qadın və kişi. Məsələn, bir kişi eşidilməmək, görülməmək, emosional cəhətdən tək qaldı, məni tək qoydular, duyğumu heç kim anlamadı. Buna görə çox da emosional tənhalıq yaşamır. Kişilər daha çox hörmət hiss etmədikdə, tənqid olunduqda, davamlı tənqiddən burada söhbət gedir, bacarıqsız və dəyərsiz göstərildikdə, bu zaman onlar emosional tənhalıq yaşayırlar. Qadının emosiyası eşidilməyə, kişinin emosiyası isə dəyər verilməyə ac ola bilər. Amma hər ikisinin ən böyük ehtiyacı yenə də məni gör, məni anla və mənə təhlükəsiz bir yer versən həyatında.
da budur. Qadın və kişinin əsas emosiyaları bunlardır. Fərq daha çox həmin emosiyaları ifadə etmə tərzində ola bilər. Misal tutalım, nə bilim, Lalənin əri öz emosiyasını fərqli cür göstərir, amma o da eyni hörmətsiz hiss etmək istəmir. Nərgizin əri də hörmətsiz hiss etmək istəmir, o da emosiyasını tamamilə fərqli göstərir. Buna görə də burada göstərmə tərzləri, davranışlar, həm də o insanın kültürünə, yaşadığı mentalitetə uyğun olaraq davranışı göstərmə tərzi çox fərqli ola bilər. Amma altında yatan ehtiyaclar bunlardır. Digər seminarlardan da bildiyimiz kimi, bizim qarşımızda insan hansı davranışları sərgilədikdə, sən mənə belə davrandın, vay, bunları etmək əvəzinə biz dayanırıq və insanın ehtiyacına baxırıq ki, bu insan hansı ehtiyacı bu qədər ac qalıb, bu vəziyyətə gəlib düşüb bu insan. Əsasən buna baxırıq. Hər insanın qarşılanmayan ehtiyacı onun emosional tənhalığını yaradır. Və bu ehtiyaclar, dediyim kimi, qorxu, təhlükəsizlik və arxayınlıq hiss edə bilmirsiniz həyatınızda. Kədər, sizdə empatiya qurmurlar sizinlə, sizdə təsəlli vermirlər. Qəzəb. Məsələn, qəzəbin altında incimisiniz, kin var, dəyərsizlik var. Utanc hissiniz, qəbul edilmək və alçaldılmamaq istəyir insan, sevinç, bölüşmək, birlikdə qeyd olunmaq istəyir və məyusluq, dəstək və ümid olmur həyatımızda. Və gəlin indi biz burada baxaq. Saydığım bu emosional ehtiyaclardan qorxu, kədər, qəzəb, utanc, sevinç, məyusluq. Hansını siz insanlarla yaşayırsınız, hansı duyğular isə tamamən tənhalığınıza çəkilib yaşayırsınız. Bunları çox hissədə qeyd edin. Münasibətlərdə də tez-tez bu fərqləri biz görə bilirik. Məsələn, tutalım ki, kişi hər zaman qəzəbini paylaşır, amma sevincini heç qadını ilə paylaşmır, gedib dostları ilə paylaşır. Və yaxud da ki, bəzən qohumlarımızın içərisində də belələr ola bilər. Hər zaman, onlarla nə zaman danışsaq, hər zaman pis günlərini bizə deyirlər ki, keçən gün dayının təzyiqi qalxmışdı, xalanın ürəyi getmişdi, bibindən xəbərin varmı, əməliyyat olunub. Amma ad günə getdiklərini, dünən axşam toyda olduqlarını, keçən həftə dənizə getdiklərini heç bunlardan bəhs etməzlər. Buna görə də insanlar fərqlidirlər, onlar emosiyalarının hamısını bölüşmürlər. Bəzi insanlar daha çox negativ emosiyaları bölüşməyə meyilli olduğu halda onun tənhalığını yaşamaq istəmir. Bəzi insanlar isə sadəcə pozitivləri bölüşmək və onun tənhalığını yaşamaq istəmir. Gəlin, indi mən sizlərlə slaydımızı paylaşaq. Özünü nə zaman emosional tənha hiss edir? Bunu zaten qeyd edirəm bayaqda. Davamlı tənqid olunduqda, hörmətsiz hiss olunduqda, onun əməyi dəyərsizləşdiriləndə, görülməyəndə, onu bacarıqsız biri kimi hiss etdirdikdə, kişilər emosional olaraq tənhalıq yaşamağa başlayır. Emosional tənhalıq nədir? Qeyd etdiyim kimi, əvvəlcə bir şeyi dəqiqləşdirək. Tənhalıq iki cür olur. Birincisi fiziki tənhalıq, ikincisi emosional tənhalıq. İnsanların çoxu bunları bir-birinə qarışdırır. Gəlin sizə bir sual verim. Neçəniz həyat yoldaşınız, sevgiliniz, nişanlınız yanınızda ola-ola özünüzü tənha hiss etmişsiniz? Eyni evdə yaşayırsınız, eyni masada yemək yeyirsiniz, eyni otaqda oturursunuz. Amma daxilinizdə elə boşluq var ki, sanki kilometrlərlə uzaqdasınız. Neçəniz bunu hiss etmişsiniz? Həyat yoldaşınız yanınızda ola-ola, sanki tək bir qadınsınız. İnsan ən çox yad adamların yanında yox, ən çox sevdiyi insanın yanında özünü tənha hiss edəndə
Bu çox ağır bir duyğu olur. Çünki biz yaxın insanlarla duyğusal münasibət üzərindəyik, yəni emosional münasibət üzərindəyik. Buna görə də çöldə tanımadığımız bir insanın bizə emosional tənhalıq hiss etdirməsi çox normal olduğu halda, yaxın bildiyimiz, duyğusal, emosional cəhətdən vaxtilə yaxın olub, sonra da tənha hiss etdiyimiz, tənha hiss edəndə bu çox ağır olur. Çünki yad adamdan istilik gözləmirik, amma həyat yoldaşımızdan bunu gözləyirik. Bugün həmin ağrının psixologiyasını öyrənəcəyik sizinlə və bəlkə də ilk dəfə anlayacaqsınız ki, emosional tənhalıq sadəcə ərim mənə fikir vermir, o məni görmür sözü deyil. Bu beynin yaşadığı, psixikanın yaşadığı, zehninizin yaşadığı real bir vəziyyətdir. Yəni evdə tək yaşayırsan, heç kim yoxdur, sakitlikdir, amma daxilində bir rahatlıq var. Telefonu söndürüb kitab oxuya bilərsən, çay içə bilərsən, özünlə qalmaqdan zövq alırsan. Baxın, bu fiziki tənhalıqdır. Misal, mən bugün sizinlə seminarımı keçəcəm, daha sonra axşam saatlarına qədər qəbullarım var, qəbullarımı keçəcəm, sonra tək olacam bugün axşam. Və indidən planlaşdırmışam, nələr edəcəm, necə özümə vaxt ayıracam, eynən bir çay hazırlayacam, zövq alacam özümdən, bir kitab oxuya bilərəm və ya bəlkə heç bir şey oxumadım, bəlkəsələ baxdım, yata da bilərəm. Baxın, bu fiziki tənhalıqdır. Bu hər zaman problem deyil. Bu hətta insan üçün şəfadır. Yəni bizim hər birimizdə belə fiziki tənha qaldığımız zamanlar olmalıdır. Bu bir şəfadır fiziki tənhalıq. Zaten bilirsiniz ki, ali mərtəbələrə insanlar yüksələndə onlar 40 gün sakitliyə qapılırlar, 40 gün heç kimlə əlaqə saxlamırlar, tək qalırlar, fiziki olaraq tək qalırlar. Emosional, bu fiziki tənhalıqdır. Biri də var emosional tənhalıq. Emosional tənhalıqda isə mənzərə tamamilə başqadır. Ər evdədir, uşaqlar evdədir, qaynana evdədir, hamı danışır, televizyon işləyir, təs-küy var. Amma sən sanki görünmürsən. Heç kim sənin daxili aləminə toxunmur, heç kim sənə necəsən sualını vermir, sən danışırsan, eşidilmirsən, ağlayırsan, görülmürsən, gülürsən, çox da hiss olunmursan. Məhz bu artıq emosional tənhalıqdır. Burada siz emosional bir tənhalıq yaşayırsınız. Və emosional tənhalıq fiziki tənhalıq kimi şəfa deyil. Emosional tənhalıq insanı xəstə edir. Ən əsas fərq də budur. Psixologiya insanın ən fundamental ehtiyaclarından birinin emosiya olduğunu bildirir. Yəni, uşaq körpə dünyaya gəldiyi anda onun sinir sistemi anasına ehtiyac duyur. Yenidən bir bətinə ehtiyac duyur və bu da onu dünyaya gətirən ana olur. Buna görə də bir körpənin sinir sistemi ən yaxşı anasının qucağında sakitləşir. Buna görə də ən birinci ibtidai ehtiyacımız bizim emosional ehtiyacdır. Bovul göstərirdi ki, insanın sinir sistemi təhlükəsiz əlaqə yaratmaq üçün proqramlaşdırılıb. Yəni, bu bizim sinir sistemimizin ehtiyacıdır. Bəzən pasientlərim mənə deyirlər ki, Nərmin xanım, kaş həyatımda biri olsa, onunla təhlükəsiz, etibarlı bir münasibətim olsa, mən ona bilirəm ki, bunu istəməyə çox normaldır. Çünki sənin sinir sistemin belə kodlaşdırılır. İnsanın beyni təkcə yeməyə, suya və yuxuya yox, etibarlı insana da ehtiyac duyur. Bu bizim dünyaya gəldiyimiz ən ibtidai vaxtımızdan belədir ki, uşaq dünyaya gəlir, onun yeməyini verirsən, altını dəyişdirirsən, onun ehtiyaclarını qarşılayırsan, onu yatızdırırsan. Daha sonra bir də uşağın digər ehtiyacı olur. Güvənli bir insan. Birinə güvənməlidir. Məsələn, digər insanların qucağına gedəndə ağlayır, digər insanlar ona zərər vermir. Yenə də onların yanında özünü tamamilə təhlükədə hiss edir, yüksək səs olanda qorxur, tamamilə qaranlıq olanda qorxmağa başlayır. Və biz burada nə görürük bir körpənin simasında? Təkcə yeməyə, suya yox, etibarlı bir insana da ehtiyac duyulur. Bəs biz böyüyəndən sonra necə ki, hələ də yeməyə, suya ehtiyac duyuruqsa, əzizlərim, hələ də etibarlı insana ehtiyac duyuruq. Bu demək deyil ki, biz böyüdük, yeməyə, suya ehtiyac duymuruq, etibarlı insana da ehtiyac duymuruq. Artıq biz böyük qızlarıq, böyük oğlanlarıq. Xeyr.
Biz böyüdükdə də bu ehtiyac hələ də davam edir. Ən pisi bilirsiniz nədir? Əgər bu ehtiyac uşaqlıqda yetərincə yaxşı qarşılanmayıbsa, sizi böyüdən insan sadəcə yemək, su, yuxu verməklə kifayətlənibsə, bu zaman sizin emosional tənhalığınız, emosional aclığınız daha da çox, daha da böyük olacaq və bunu dünyadakı ən yaxşı kişi belə doydura bilməyəcək. Johnson bunu belə ifadə edirdi. İnsan beyni əlaqə üçün yaradılıb. Bizim beynimiz münasibəti lüks kimi yox. Yaşamaq üçün vacib bir ehtiyac kimi qəbul edir. Yəni münasibət, vaxtım olsa münasibət quraram, hələ ki ehtiyacım yoxdur, qurmuram deyə bir şey deyil. Bu bizim yaşamaq üçün bir ehtiyacımızdır. Biz münasibətlərə ehtiyac duyuruq. Atamızla, anamızla, dostumuzla, ərimizlə, uşağımızla, iş yoldaşımızla münasibətlərə ehtiyac duyuruq. Məhz buna görə də emosional uzaqlıq bəzən fiziki ağrı qədər ağır hiss oluna bilir. Nevrologiyada aparılan tədqiqatlar göstərib ki, sosial rədd edilmə zamanı aktivləşən bəzi beyin bölgələri fiziki ağrı zamanı aktivləşən bölgələrlə üst-üstə düşür. Bu o qədər dəyərli bir məlumatdır ki, əzizlərim, yəni bunu nevrologiyada aparıblar. Bu tədqiqat ümumiyyətlə çox dəyərli bir tədqiqatdır. Bu o demək deyil ki, hər ağrı eynidir, amma beyin onları qismən oxşar təhlükə siqnalları kimi emal edə bilir. Bizim beynimizdə olan bölgələr reallığı tam olaraq ayırt edə bilən bölgələr deyillər. Buna görə də bədənə bir ağrı verdikdə, məsələn, bir bıçaq götürün və əlinizi kəsin. Tutalım, beynin A bölgəsi aktivləşdi. Çünki bədəndə bir ağrı var, fiziki olaraq kəsilir. A bölgə ağrıya görə aktivləşir və beynə siqnallar gedir ki, bədəndə bir təhlükə var. Və indi düşünün ki, yoldaşınızla bir masada oturmuşsunuz, sizin keyfiniz yoxdur, amma yoldaşınız özü üçün deyir, gülür, əylənir, heç sizə baxmır ki, sənin niyə keyfin yoxdur, sənə nə olub, siz də oturub ağlayırsınız, o sizə fikir vermir. Yenə beynin A bölgəsi aktivləşməyə başlayır ki, bədəndə bir ağrı var, bədəndə bir siqnal var, bədənə bir şey oldu. Yəni, emosional tənhalıq fiziki ağrı ilə beyində üst-üstə düşən bölgələri aktivləşdirir. Bu qeyd etdiyim kimi çox önəmli bir tədqiqatdır. Yəni, bəzən əlinin sənə boş ver deməsi beyin üçün sanki götürüb kimsə səni bıçaqlayır. Sən ağlayırsan, yoldaşın isə sənə üzünü çevirib yatır, heç fikir vermir sənin ağlamağına, eynən kiminsə sənə durub yumruq vurmağına bərabərdir bunlar. Ona görə də emosional tənhalıq həyatımızda zarafata almayacağımız bir hissədir. Mən emosional tənhalıqdansa fiziki tənhalığı üstün tutaram. Bir yerdə bir adamın yanında özümü emosional tənha hiss edirəmsə, dərhal fiziki tənhalığa gedərəm. Ən azından fiziki tənhalıq şəfadır. Gedib orada özüm üçün şəfalanaram. Bir pasiyentim mənə demişdi ki, Nərmin xanım, ərim pis adam deyil, işləyir, pul qazanır, evə gəlir, məni döymür, söymür. Bilirsiniz, Azərbaycan mentalitetində ideal ər obrazı döymür, söymür, içmir, çəkmir, qazandığı evdədir. Bu pasiyentimin evində belə bir ər var idi. Amma qadın qeyd edirdi ki, amma mən özümü dul qadın kimi hiss edirəm. Bu cümlə mənə çox təsir etmişdi. Çünki burada problem xəyanət deyil və ya dediyim kimi oğlan da Azərbaycan mentalitetlərinə uyğun olaraq ideal bir ər obrazındadır. Problem sevgisizlikdə deyil, bir-birini sevir. Əlaqənin ölməsidir. Aralarındakı ünsiyyət ölüb, aralarındakı əlaqə ölüb və artıq qadın emosional olaraq özünü tənha hiss etməyə başlayır. Niyə beynimiz özünü bəs tənha hiss edir? Bu qədər adam varkən yanımızda, insanlar, səslər varkən niyə tənha hiss edir? Bunun səbəbi bundan ibarətdir ki, bəzən qadın ərindən yox, beynin verdiyi təhlükə siqnalından yorulur. Yəni, dediyim kimi, A bölgə aktivləşir və bildirir ki, bir təhlükə var, bir təhlükə var. Və A bölgənin aktivləşməsi qadına belə bir duyğu yaradır ki, sanki sənin həyatında hər kəs səhvdir, hər kəs nələrsə səhv edir, sən onları dəyişdirməlisən, üzərinə belə bir məsuliyyət götürməlisən, onlar dəyişməsə sən rahatlamayacaqsan. Və bir çox qadın düşünür ki, ərim dəyişsə mən rahatlayacağam.
Bəzən bu doğru ola bilər, amma bəzən ər dəyişir, diqqət göstərir, mesaj yazır, qucaqlayır. Yenə də qadın daxildə boşluq hiss edir. Niyə? Çünki emosional tənhalıq yalnız münasibətdə yaranmır. O beynin təhlükəsizlik sistemi ilə də əlaqəlidir. Az öncə dediyim kimi, əgər uşaqlıqda sizə baxım verənlə aranızda emosional olaraq bir tənhalıq yaşanıbsa, dünyanın ən yaxşı kişisi belə sizin bu ehtiyacınızı doldura bilməz. Yəni burada gəlin belə fikirləşək ki, məsələn, bir həyət düşünün. Hər gün ağacı sulayırsınız, torpağa gübrə verirsiniz. Amma o ağacın kökünə su çatmır. Kənarda ağaclar var. Amma içindən o ağac qurumağa başlayır. Baxın, insan da belədir. Paltarı var, evi var, pulu var, yeməyi var. Amma ruhunun kökündə sevgi, diqqət, emosional yaxınlıq çatışmırsa, o insan içindən qurumağa başlayır. Eynilə bir ağac kimi, yəni çölündən ona hər şey verirsən, gübrə tökürsən, su tökürsən, heç nə gedib onun kökünə çatmır. Bəzən qadın da belə olur, yəni ona ev verirsən, yemək verirsən, su verirsən, sevgi verirsən, qayğı, qucaq verirsən, ailə verirsən, amma o qadının ruhunun kökünə gedib bu sevgiyə çatmır. Ha, nə etsən? Əziz xanımlarım, 4 seminarda qoşuluruq və səslərimizi bağlısınız. Bəzən evinizdə olan bizlərin eşitməyimizi istəmədiyiniz şeylərə şahid olub eşidirik. Düşün ki, bir evdə 2 nəfər yaşayır, amma münasibətdə bir nəfər özünü tək hiss edə bilər. Çünki tənhalıq otaqda neçə nəfərin olması ilə ölçülür. Tənhalıq qəlbində duyğularını neçə nəfərlə bölüşürsən, bölüşə bilmirsən, bununla hesablan. İndi isə gəlin sizə bir vacib sual verim. Əgər ərim yanımdadırsa, niyə beynim özünü tək hiss edir? Bu sualı verin özünüzə. Niyə bəzən bir qadın həyat yoldaşının çiyninə başını qoyanda belə daxilində mən təkəm hissi yaranır? Bunun cavabı artıq qeyd etdiyim kimi münasibətdə deyil, beynin təhlükəsizlik sistemi ilə əlaqədardır. Beyin nəyi təhlükəsizlik hesab edir? Bu çox önəmlidir. Biz beynimizi bilməliyik. Əgər bilməzsək, bizim həyatımız tamamilə çətinləşməyə başlayır. İnsan öz bədənindəki bir çox orqanları bilir. Məsələn, əllər, qollar, ciyər, dalaq, ürək, bunları bilir. Və ona nəyin faydalı gəlib gəlməyəcəyini də bilir. Amma beyin barədə bunları nədənsə öyrənmək istəmirik. Elə fikirləşirik ki, elə necə gəldi, yaşayaq, gedək, hər şey olacaq. Xeyr, biz beynimizin içini bilməliyik. Hər birimiz fərqli ailələrdə doğuluruq, fərqli kültürlərdə böyüyürük və həmin ailələrin bizim beynimizdə yaratdığı kodlar olur. Məsələn, mənim təhlükəsizlik saydığım bir şeyi sizin beyniniz tam təhlükə saya bilər və sizdə panik atak belə yarada bilər. Buna görə də beynimizi tanımalıyıq. Beyin nəyi təhlükəsizlik hesab edir? Biz adətən təhlükə deyəndə ağlımıza yanğın, qəza və ya xəstəlik gəlir. Amma insan beyni üçün başqa bir təhlükə var. Tək qalmaq təhlükəsi, təklik qorxusu. 1000 illər əvvəl insan sürüdən ayrılırsa, yaşamaq şansı azalırdı. Çünki insanlar sürü və qəbilə halında yaşayırdılar, sürüdən ayrı düşmək, hansısa bir heyvanla üz-üzə qalmaq və nəticədə ölmək demək idi. Və beyin bu kodu götürdü. Tək qalmaq ölmə bərabər. Ona görə də bugün də yaxın insanla əlaqənin qırılması beynimiz tərəfindən təhlükə kimi qəbul edilə bilir. Məsələn, pasientlərin deyirlər ki, Nərmin, boşana bilərəm, uşaqlarımın tam ki təhsilatlarını ödəyə bilərəm, özümün evimdə var, maşınım var, işim var, yoldaşımın maddi cəhətdən heç bir ehtiyacım yoxdur. Amma emosional cəhətdən çox böyük tək qalacaq. Yəni, beynimiz tərəfindən təhlükə kimi əlaqənin qırılması nəzərə alına bilir. Yəni, həyat yoldaşının uzun müddət səni eşitməməsi, görməməsi və ya daim emosional uzaq olması bəzi insanlarda sinir sistemini davamlı gərgin vəziyyətdə saxlaya bilir. Buna görə də məsələ sadəcə həyat yoldaşınızın sizə pis davranması deyil. Onun sizə eşitməməsi, görməməsi, daim emosional uzaq olması da sizin sinir sisteminizi gərgin vəziyyətdə saxlaya bilər.
Bu eynilə bəylər üçün də keçərlidir. Yəni məsələ qadın onu tutam ki, ona yemək hazırlaya bilər, ona tutam ki, gözəl paltarlar hazırlaya bilər, onun uşaqlarına gözəl ana ola bilər. Amma yenə də o kişi eşidilmirsə, görülmürsə, davamlı evdə tənqid olunursa ki, gec gəldin, tez gəldin, uşaqlar sənin üzünü görmədi, onu aldın, bunu almadın, anan belə dedi, bacın mənə falan sözlər dedi kimi davamlı bir problemlər yaşayırsa, artıq o bəyin də sinir sistemi davamlı gərgin vəziyyətdə olacaq. Gəlin indi sizinlə Qalın nəzəriyyəsini paylaşaq. Qal öz nəzəriyyələrində bunu necə izah edir? O deyirdi ki, sinir sistemimiz hər saniyə bir sual verir. Mən təhlükəsiz bir vəziyyətdəyəm. Bu şuurla verilmir. Bu sinir sistemi bunu avtomatik olaraq qiymətləndirir. Əgər həyat yoldaşınızın üz ifadəsi soyuqdursa, sən danışanda telefondan başını qaldırmırsa, sənin hisslərini davamlı keçirdirsə, sinir sistemi bunu təhlükəsizlik siqnalı kimi yox, uzaqlaşma siqnalı kimi qəbul edir ki, o məndən uzaqlaşır. İnsan bunun fərqində olmadan da gərginləşə bilir. Və misal, baxa bilərsiniz ki, evdəsiniz, çox yaxşı əhvalınız var, gözəl bir yemək hazırlamışsınız, yoldaşınız gəlir, qapını açmışsınız və yoldaşınız tamamilə qaşlarını çatıb, qəmgin, gərgin bir vəziyyətdədir. Baxın, siz özünüz fərqində olmadan az öncəki gözəl əhval-ruhiyyəniz tamamilə dəyişəcək. Çünki beyin gördü və təhlükəni algıladı. Buna görə də bizim gərgin olmağımızın səbəbi beynimizin özünü təhlükədə hiss etməsidir. Əgər ani bir gərginlik gəlirsə sizə, məsələn, dostlarla görüşə gedirsiniz, gərginləşirsiniz. Deməli, beyniniz özünü orada təhlükədə hiss edəcək. Mənim bir pasiyentim həmişə deyirdi ki, Nərmin xanım, qaynanam gilə gedəndə ishal olmağa başlayıram və mən ona demişdim ki, əzizim, bu daha çox qıcıqlanmış bağırsaq sindromuna bənzəyir. Yəqin ki, sən orada özünü rahat hiss etmirsən, təhlükədə hiss edirsən və beynin bədəninə bunu yaşadır və o həkimə getmişdi. Həqiqətən də qıcıqlanmış bağırsaq sindromu yaşadığı ortaya çıxdı. Buna görə də bədəninizlə əlaqəli, məsələn, gərginlik ola bilər, emosional, hormonal dəyişikliklər ola bilər. Bunlar beyninizin özünü təhlükədə hiss etməsi ilə bağlıdır. Bir kişi heç nə demədən də qadını tənha hiss etdirə bilər. Bəli. Çünki münasibətdə yalnız sözlər danışmır. Həyat yoldaşınızın baxışı, səs tonu, bədən dili, toxunuşu, susmaq da danışır. Mən seanslarda bunu çox görürəm. Qadın danışır, kişi isə hə, oldu, yaxşı deyil. Kişi düşünür ki, mən cavab verdim. Qadın düşünür ki, bu cavab mənə çatmadı. Çünki qadının cavab yox, emosional iştirak gözləyir. Məsələn, qadın danışır ki, Nərmin xanım, keçən gün biz getmişdik uşağı bağçadan götürməyə, maşından elə düşəndə ayağım burxuldu, yoldaşım heç mənim ayağımın burxulmağını gözləmədən uşağa sarı getdi. Və yoldaşına baxıram, yoldaş deyir, hə, Nərmin xanım, elə bir şey oldu. Bu qədər, sadəcə bu cümləni. Və qadın burada öz emosional tənhalığını daha da dərindən yaşamağa başladı. Buna görə də kişilərin qısa cavabları oldu, hə, yaxşı bildim, başa düşdüm, nə gözəl, əla kimi sözləri qadını yetərsiz hiss etdirə bilir. Çünki kişi orada emosional olaraq, duygusal olaraq iştirak etmir. Xatırlayırsınızsa, keçən seminarımda demişdim ki, bir gey ilə münasibətiniz olsa, xoşbəxt ola bilərsiniz. Çünki o da bir qadın olduğuna görə emosiyalara daha üstünlük verəcək və o siz ona deyəndə ki, falan bir şey baş verib, o deyəcək, ay qız, nə danışırsan, gəl otur görüm, detallı danış, başdan danış, kimlər var idi orada, kimlə dedi sənə, bu kimi bir reaksiya verəcəksə. Hormonlar bu hissi necə bizdə daha da çox oyadır? Gəlin baxaq. Bilirsiniz ki, bizim hormonlarımız, ən çox burada kortizolun üzərində mən dayanacağım, bizim hormonlarımız bizi həqiqətən də idarə edir. Buna görə də məsələn, hormon dərmanları içdikdə, təbii ki, həkim məsləhətlə hormon dərmanları içdikdə, əgər hormon balansımız tamamilə pozulmuş bir vəziyyətdədirsə, hormon dərmanları içdikdə, bir anlıq sanki qaranlıqdan işıqlı dünyaya çıxdığımızı hiss edirik. Gəlin birinci başlayaq oksitosinlə.
Bəzən buna bağlanma hormonu da deyirlər. Ancaq bu hormon təkcə qucaqlaşanda yaranmır. İnsan özünü təhlükəsiz, qəbul olunmuş, emosional yaxın hiss edəndə də artır. Mən burada sizə hormonları sayacağam. Siz də zəhmət olmasa hormonun adını öz qeyd dəftərinizdə yazın və onun qarşısına 0 ilə 100 arasında. Bu hormon sizcə sizdə 0-100 arasında neçə faizdir, bunu yazın. Amma dediyim kimi bu hormon sadəcə qucaqlaşanda yaranmır. Çünki sosial şəbəkələrdə davamlı belə bir şablon məlumat gəzir ki, oksitosin üçün qucaqlayın, bir-birinizi ağacı qucaqlayın, ayağınızı qucaqlayın, yoldaşınızı qucaqlayın. Bu sadəcə bununla olur. İnsan özünü təhlükəsiz, qəbul olunmuş, emosional yaxın hiss edəndə də artır. Səmimi söhbət, diqqətlə dinlənilmək, sevgi ilə baxmaq, əlindən tutulmaq, bunlar oksitosin sinir sistemini aktivləşdirə bilir. Oksitosin artdıqca insan daha sakit və daha yaxın hiss edir. Buna görə də terapiyanın ilkin anlarında pasientlər öz həyatlarında daha sakit ola bilirlər. O demək deyil ki, psixoloq onlara deyir ki, get sakit ol və hər şey əla olacaq. Xeyr. O seansda axı psixoloq onu dinləyir, onunla güvənli bir bağ qurur. Həyatında onu heç kimin anlamadığı qədər psixoloq onu anlayır, heç kimin onu dinləmədiyi qədər dinləyir. Həyatımızdakı insanların çoxu bizi dinləyərkən cavab vermək üçün dinləyirlər. Amma terapiya sürəsində psixoloq sizi anlamaq üçün dinləyir. Bəzən o sizə heç bir cavab vermir, sadəcə sizi eşitmək istəyir. Buna görə seansları da oksitosin olur və siz bu hormon ehtiyacınızı ala bilirsiniz və həyatınızda özünüzü daha sakit hiss edə bilirsiniz. Uşağınız dünyaya gələndə onunla daha yaxın, daha səmimi olursunuz, davamlı onunla vaxt keçirirsiniz və fikirləşirsiniz ki, o bu dünyada sizi anlayacaq tək insandır. Yenə də oksitosin artmağa başlayır. Kortizol. Kortizol stres hormonudur. Qadın hər gün eyni cümlələri deyirsə, məni dinlə, mənə fikir ver, mən yoruldum və cavab ala bilmirsə, orqanizm bunu uzun müddətli stres kimi yaşaya bilir və kortizol artır. Kortizol uzun müddət yüksək qalanda bəzi insanlarda yorğunluq, əsəbilik, yuxu problemləri və emosional həssaslıq arta bilir. Keçənlərdə bir pasiyentim var idi, mənə deyir ki, mən istəyirəm ki, qadınlıq enerjim çox yüksək olsun. Buna görə də o davamlı koçların yanına gedib və koçlar ona davamlı deyib ki, maşının sondakı nömrəni dəyiş, telefon nömrəni dəyiş. Qadın bütün günü maşın alıb satır, evini belə dəyişib. Ona deyiblər ki, yox, gənclik ərazisi sənin üçün uğursuz bir ərazidir, gənclikdəki evini satıb, gedib başqa bir tərəfdən ev alıb. Yəni davamlı olaraq belə bir işlərlə məşğuldur və qadının da çox yaxşı imkanı olduğuna görə koçlar da davamlı ondan istifadə edirlər və qadın yetərincə küllü pullar da xərcləyir bu işlərə. Kortizolu o qədər yüksək bir qadındır ki, ilk seansda bunu baxan kimi onu da gördüm. Və ona bildirdim ki, növbəti seansımıza gələndə nevropatoloq görüşü alın və ona bildirin ki, sizin qandakı kortizolunuza baxsın. Bu qadın gedir nevropatoloqa, qandakı kortizoluna baxılır, inanılmaz dərəcə yüksəkdir. Və mən ona zaten qadınlıq kişilik hormonlarını da verməyini istəmişdim. Onun yenə testosteronu yüksək çıxmışdı, qadınlıq hormonu az, kişi hormonu çox yüksək çıxmışdı. Və qadına zaten reallıqları göstərdi. Baxın, hormonlar bizim reallıqlarımızdır. Ona görə də bugün bu hormonların qarşısına yazdığımız rəqəmlər tam da real olmaya bilər. Bunun bir də qandakı dəyərlərinə də baxmaq lazımdır. Kortizol uzun müddət yüksək qalanda o qadın kişiləşməyə başlayır. Gərgin olur, əsəbi olur, səbirsiz olur, stresli olmağa başlayır. Kişiləşmə kortizoldan başlayır. Keçən seanslarımızda biz danışmışdıq kişiləşmədən. O kortizol hormonundan başlayır. Yəni siz əsəbi olursunuz, hər şeyə tələsirsiniz, özünüzə heç nəyə yetməmiş kimi hiss edirsiniz və kortizol davamlı olaraq artır. Əgər yəni bu yaxınlarda, son bir ayda qan analizləri vermisinizsə, orada məsələn baxın özünüzdə kortizola. Görün sizdə kortizol necə idi?
Dopamin. Motivasiya və gözlənti ilə əlaqədardır. Bilirsiniz ki, bu bizim həm də xoşbəxtlik hormonumuzdur. Münasibətin əvvəlində hər mesaj, hər görüş, hər zəng dopamin sistemini güclü şəkildə aktivləşdirə bilər. Pasientlərimdən mənə gələn ən məşhur suallar bilirsiniz bir dənədir xanımlar. Onlar deyirlər ki, Nərmin xanım, əvvəllər o mənə çox mesaj yazırdı, əvvəllər biz nişanlı olanda o mənim arxamca tez-tez gəlib gedirdi, əvvəllər o daha çox məni sevirdi. Bir çox xanımlarda bilirsiniz nəyi müşahidə edirəm? Əslində münasibətin əvvəlində burada yenə qeyd etdiyim kimi hər mesaj, hər görüş, hər zəng dopamin sistemini güclü aktivləşdirə bilirdi. Amma indi onun əlinin etdiyi hər mesaj, zəng, görüş onun dopamin sistemini aktivləşdirmir. İllər keçdikcə bu hissin forması dəyişir. Əgər münasibətdə maraq, diqqət, yenilik tamamilə yox olarsa, bir çox cütlükdə emosional canlılıq da zəifləməyə başlayır. Bu səbəbdən bəzi insanlar əvvəlki həyəcan yoxdur deyirlər. Bu hər zaman sevginin bitməsi deyil. Burada hormonlarda biz nəzərə almalıyıq. Serotoninə baxaq. İnsanın ümumi emosional sabitliyində rol oynayan sistemlərdən biridir. Özünü dəyərli hiss etmək, qəbul olunmaq, aidiyyətlik hissi. Bunlar psixoloji rifahı dəstəkləyir. Əksinə davamlı tənqid, alçaldılma və ya görməzlikdən gəlinmək bir çox insanda emosional vəziyyəti dərindən pisləşdirə bilər. Niyə eyni davranış bir qadını incitmir, digər qadını isə incitməyə başlayır? İndi bunlardan danışacağıq. Bunlardan danışmamışdan qabaq gəlin hormonlar haqqında bir çox şeylər də deyim ki, məsələn, bir dəfə pasiyent mənə deyir ki, ərim hər gün evə gəlir, mənə heç nə demir, yeməyini yeyir, uzanır divanda telefonuna baxır. Mən ondan soruşdum ki, sonuncu dəfə nə vaxt sizin gününüzün necə keçdiyi ərinizi maraqlandırıb? Qadın dedi ki, yadıma gəlmir. Bu insanı ən çox incidən hissədir. Yəni, onlar bir-biri ilə danışmırlar. Danışmadıqlarına görə də hormonlar, serotonin, dopamin, bunların heç biri yetərli səviyyədə olmur. Kortizol mənfi bir hormon deyil, o da yetərli səviyyədə qanımızda olmalıdır bizdə. Bunların heç biri olmur. Yəni, maraq ölür. Marağın ölməsi hormonların ölməsidir. Hormonların ölməsi də emosional tənhalığı yaradır. Və bu o qədər görünməz şəkildə işləyir ki, münasibətlərdə bəzi insanlar oturur düşünürlər ki, axı bizdə yəni uşaqlar məktəbə gedir, o da işləyir, tamam mən də işləyirəm, hər şey həll olunur. Axı nədir münasibətdə çatışmayan? Baxın bu hissələrdir. Xanımlardan biri yazıb ki, bu seminar bugünkü danışıq 2 saat sürəcək. Bəli, zaten seminarlar 2 saatdır. Məsələn, təsəvvür edin ki, evinizdə bir samovar var, amma onun içində od yanmır. İçinə də su tökmüsünüz ki, su qaynamalıdır. Amma su qaynamır, çünki altında onun bir ocaq yoxdur. Qadın və kişinin emosional bir-birinə yaxın olmağı eynilə bu ocaqdır. Yəni, nigah kağızının olması, kəbinin olması, evdə uşaqların olması, işin olmağı bu demək deyil ki, bu evdə istilik var. İstiliyi hər gün verən diqqətdir, maraqdır, emosional yaxınlıqdır. İnsanın ürəyi eynilə telefon kimidir. Şarj cihazına qoşulmadan da işləyə bilir. Amma ara bir onu şarja taxıb yetərincə depolamalısınız. Emosional yaxınlıq münasibətin şarj cihazıdır. Şarj kəsiləndə münasibət bir anda bitmir. Sadəcə hər gün biraz azalır. İnsan bir gün anlayır ki, bilmirəm nə oldu, amma biz əvvəlki kimi deyilik. Əslində bu bir gün işi deyil. Bu uzun müddət emosional enerjinin yavaş-yavaş tükənməsinin nəticəsidir. Və enerji tükənəndə artıq hər şey daha az işləyir. Necə ki, telefonun şarjı düşəndə böyük proqramlar açmaq çox çətinləşir. Məsələn, 1% telefonunuzda şarj olsa, o 1%-lə çox yüklü proqramları aça bilmirsiniz. Telefon donmağa başlayır. Münasibət də belədir. Emosional baza azalanda şarj bitir və şarj bitdiyinə görə yoldaşınız sizin üçün böyük bir şeylər edə bilməyəcək. O donmağa başlayacaq, etmək həvəsi olmayacaq sizə qarşı nələrsə, yalnız kiçik şeylər edəcək. Gəlin indi burada baxaq. Niyə eyni davranış bir qadını incitmir, digər qadını isə sanki dağıdır? Niyə birinin ərinin gec gəlməsi sakit qarşılanır, digər isə bunu mən sevmir, başqa bir qadınla bərabərdir kimi yaşayır?
Bu sualın cavabı bugünkü münasibətdə deyil. Bunun cavabı uşaqlıqdan qurulan bağlanma modelindədir. Gəlin indi baxaq. Uşaqlıq travmaları, bağlanma modeli və emosional baxımsızlıq. İndi sizə çox vacib bir cümlə deyəcəm. Bəzən qadın ərinin bugünkü davranışına yox, uşaqlıqda aldığı yaranın ağrısına reaksiya verir. Çünki bilirsiniz ki, bizim beynimiz bütün məlumatları depoluyur. Bu məlumatlar bizim yadımızda olsa da olmasa da. Məsələn, bugün mənim keçəl insanlardan zəhləm gedir. Onları görəndə qorxu yaşayıram və hər kəsə deyirəm ki, mənim keçəl insanlardan zəhləm gedir. Niyə? Nə baş verir məndə bu yaranır? Çünki uşaqlıqda özümün də yadımda olmadan, yəni tam aktiv şəkildə xatırlamadan, misal belə bir hadisə olur ki, mən gedirəm stolun üstündən konfet götürməyə, orada keçəl biri olur, mənə deyir ki, o konfeti götürsən sənin əllərini kəsərəm. Baxın, bugün keçəl insanlar mənə itici gəlirlər. Qəribə oluram. Onların yanında özümü çox qəribə hiss edirəm, təhlükəli hiss edirəm. Səbəb budur. Yəni, burada məsələ uşaqlıqdan aldığımız travmalardır və ya tutalım ki, uzun saç insanlar. Uşaq vaxtı bir marketə getmişik, tutalım, orada marketdə nəsə istəmişəm, orada uzun saç bir qadın olub və mənə deyib ki, sən necə tərbiyəsiz uşaqsan, hər şeyə əl uzadırsan. Bugün artıq uzun saç qadınlar, məsələn, məktəbdə uzun saç müəllimələrdən xoşum gəlmir. Düşünürdüm ki, onların hamısı məni danlayacaq. Daha sonra da düşündüyümü yaradırdım. Həqiqətən belə bir hadisə baş verirdi. Məsələn, bugün uzun saçlı qadınları görəndə yenə eyni duyğumu keçirmiş ola bilərəm. Bunların hamısını nümunə olaraq sizə verirəm. Bunlar mənim həyatımda yaşanmayıb. Sadəcə nümunə olaraq verirəm ki, sizə daha aydın olsun. Yəni, bəzən qadının ərinin bugünkü davranışına yox, uşaqlıqda aldığı yaranın ağrısına reaksiya verir. Bu o demək deyil ki, ər həmişə haqlıdır. Yox. Sadəcə başa düşməliyik ki, bugünkü hadisə çox vaxt köhnə yaranı oyadır. Münasibətdə yaşadığımız hisslərin hamısı yalnız bugünkü gündən yaranmır. Bəzən onların kökü gedib ta illər əvvələ çıxa bilir. Bağlanma nədir? İnsan dünyaya gələndə ilk öyrəndiyi şey danışmaq deyil. İlk öyrəndiyi şey etibar etməkdir. Körpə ağlayır, ana gəlir, qucağına alır, sakitləşdirir. Körpənin beyni yavaş-yavaş belə bir nəticəyə gəlir. Mən çətinlik yaşayanda kimsə gələcək. Bəzən bu ərkönlüyə qədər gedib çıxa bilir, o lazımsız yerlərdə ağlayır, şıltaqlıq etməyə başlayır ki, məni götürün ki, onun başına nəsə faciəli bir şey gəlib. Və burada təbii ki, valideyn artıq nə zaman götürüm qucağıma, qucağa öyrəşməsin, nə zaman götürüm onun emosional bağlanmağa ehtiyacı var, bunu ayırt edə bilmir. Sovet pediatriyasında və Sovet psixologiyasında olan insanların çoxunda uşağı qucağına çox alma, sənə bağlanar deyilirdi. Yəni, bu bağlanmadan danışılırdı. Bu əslində doğru bir şeydir. Doğru olmayan uşağın nevrotik tərz anaya bağlı olmalıdır. Yəni, uşaq nevrozdur və davamlı olaraq ananın ayağından çəkişdirir ki, sən harasa getsən, mən ölərəm. Bu nevrotik bir uşaqdır. Amma digər isə, yəni körpənin beyni yavaş-yavaş bir nəticəyə gəlməlidir ki, mən çətinlik yaşayanda kimsə gəlir. Bu hiss illərlə beynin daxilində qalır. Sonra həmin uşaq böyüyür, evlənir. Amma yenə beyni eyni sualı verir. Mən çətinlik yaşayanda sən mənim yanıma gələcəksən. Hətta biz nigaha girəndə orada nə deyilir? Çətinlikdə, asan günlərdə, xəstəlikdə, sağlıqda bir-birinizlə bərabər olacaqsınızmı? Yəni, bir-birinizə bu təhlükəsizliyi verəcəksinizmi? Əslində, evlilikdəki mübahisələrin böyük hissəsi bunun müxtəlif formada bir-birlərinə verilməlidir. Gəlin, indi baxaq, emosional baxımsızlıq nədir? Bir çox insan emosional baxımsızlığı yalnız zorakılıqla əlaqələndirir. Əslində isə bu daha səssiz bir prosesdir. Uşaq ac qalmayıb, bəzənləri biz səni açsız böyütmədik, uşaq ac qalmayıb, nə bilim, hamı onu qucağına alıb, öpüb, ona paltar alınıb, məktəbə gedib, nə bilim, onunla oynanılıb, oyuncaq alınıb. Amma o qorxanda heç kim onu sakitləşdirməyib. O qorxanda deyirlər ki, hə, yaxşı, bəsdir, ağlama, şişirtmə. Məsələn, o gəlib hisslərini danışmağa başlayıb ki,
bacım məni incitdi və ya nə bilim qonşunun qızı məni incitdi. Ona deyirlər ki, hə yaxşı bəs uşaqsınız da eybi yoxdur. Hamı incinir. Sevincini bölüşüb ki, tam ki bugün bağçada mənə qırmızı bir qələm verdilər. Ana da deyir ki, hə yaxşı, indi o qələmi də sındıracaqsan. Sən onsuz nəyi saxlayırsan ki? Belə uşaq böyüyəndə bir cümləni tez-tez deyir. Bilmirəm niyə, amma özümü heç kimə yaxın hiss edə bilmirəm. Çünki onun bədəni toxub, amma ruhu ac qalır. Gəlin indi bunun daha elmi tərəflərinə baxaq. Emosional baxımsızlıq, necə ki biz bədənimizə qulluq edirik, saçlarımıza qulluq edirik, duyğularımıza da elə qulluq olunmalıdır. Bu ta uşaqlıqdan başlayır. Yəni uşağın qorxu duyğusuna qulluq olunmalıdır, sevinç duyğusuna qulluq olunmalıdır. Araşdırmalar göstərir ki, uşağın emosiyalarına davamlı cavab verilməməsi onun gələcək münasibətlərdə özünü təhlükəsiz hiss etməsini çətinləşdirə bilər. Belə insanlar çox vaxt münasibətdə həddən artıq təsdiq axtarır və ya əksinə yaxınlıqdan qaçırlar. Problem sevgi istəmələri deyil. Problem sevginin davamlı olub-olmayacağına inana bilməmələridir. Gəlin indi bağlanma tiplərinə baxaq. Biz bağlanma tiplərini, əgər burada həmin seminardan xanımlar varsa, xatırlayırsınızsa ki, əyani seminarımız oldu və əyani seminarda bağlanma tiplərini burada hər kəslə fərdi şəkildə işlədik və hər kəsin bağlanma tipini ortaya çıxartdıq. Bugün bağlanma tiplərinizə siz özünüz baxacaqsınız, qarşınızda bir dəftər vərəq olsun və görün hansı tip sizə daha yaxındır. İki bağlanma tipi bir insanda ola bilər. Bəzi insanlarda bir bağlanma tipi var, bəzilərdə 2 var. Patoloji olanda 3 ola bilir. İnşallah burada heç kimdə 3 çıxmaz. Gəlin indi baxaq. Təhlükəsiz bağlanma. Nə baxım, həll yolunu desəniz yaxşı olar. Mövzunu izah etmədən həll yolunu necə deyməlisiniz? Niyə bu qədər səbirsizsiniz? Seminarın sonu seminarın həll yoludur. Axı mən sizə indi deyim ki, gedin 2 dəfə dua edin, gəlin. Bu nəyi həll edəcək? Axı birinci problemi bilməlisiniz. Zaten baxın, Azərbaycanda problem budur ki, insanlar tez həll yollarına qaçırlar. Buna görə mən bəzən fikirləşirəm ki, mən falçı olsaydım, çox qazanardım. İnanılmaz dərəcə çox qazanardım və mənə çox ehtiyac olardı. Çünki insanlar konkret həll yolları istəyir. Yəni faydalıdır, faydasızdır. Bizə həll yolu de. Məsələn, bizə denən ki, apar bu, gəl sənə bir dənə cümlə yazacağam. Apar bunu qoy ərinin yatdığı yerə, onun balıncının altına, axşam yatsın. Səhər duranda da sən ondan qabaq dur, kağız apar qoy onun ayaqqabısının içinə düzələcək hər şey. Və qadın bunu sorğulamadan durub edəcək. Yəni həll yolu istəməyimiz belə bir şeydir və bu bizdə mental olaraq belədir. Sadəcə sizdə deyil, mentalitet olaraq biz insanlar buna çox həvəsliyik. Məsələn, baxın bu gün nəyə görə Azərbaycanda coachlar daha da çoxalmağa başladı. Bilirsiniz ki, bir çoxları tutuldu. Daha sonra ortada külli miqdarda pul söhbətləri oldu. Bunların hamısı bilirsiniz nədəndir? Konkret həll yolları. Məsələn, ərim məndən uzaqlaşır. Gəl. Bilirəm niyə uzaqlaşıb səndən. Gəl filan şey edək, düzələcək. Yəni sizin bağlanma tipləriniz, ali sinir sisteminiz, bunlar onlar üçün önəmli olur. Ona görə də məsələn seminarda əslində sadəcə siz deyilsiniz bu sual verin. Bir çox qadınlar mənə deyirlər ki, hə Nərmin xanım, oldu, bildik, başa düşdük, həll yolu, həll yolu. Başa düşdükdə zaten həll yolu o qədər lazım olmur sizə. Çünki siz artıq rəsmi anlamağa başlayırsınız. Məsələn, düşünün ki, siz toyuq bişirirsiniz və mən sizə bildirirəm ki, toyuğu bişirərkən tam 70 dərəcəyə qoymaq onu yandırır. Və siz bunu dərk edirsiniz, artıq məndən həll yolu istəmirsiniz. Çünki bilirsiniz ki, həll yolu artıq onu 70 dərəcəyə qoymaq deyil. 70-dən daha aşağı dərəcələrdə bişirməkdir. Buna görə də əzizlərim, bu seminarımız sizi sadəcə özünü kişiyə sevdirməyə çalışan, hər şeyi özü həll etməyə çalışan, münasibətin ağırlığını öz üzərinə götürən bir qadına çevirmək istəmir. Bu seminarın məqsədi sizə özünüzlə üzbəüz qoymaq, necə bir qadın olduğunuzu, münasibətdə özünüzü necə apardığınızı, münasibətdə sizin səhvləriniz nələrdir, hansı xətalarınız var. İlk öncə bunları sizə bildirmək, daha sonra isə ən sonda həll yollarını təklif etməkdir.
Gəlin indi başlayaq bağlanma tipindən. Yanınızda qələm vərəqinizdə bunları qeyd edin vərəqinizə. Birinci təhlükəsiz bağlanmadır. Bu zaman nə olur? Bu insanlar münasibətdə rahatdılar. Narahat olanda danışırlar, dinləyirlər, etibar edə bilirlər. Mübahisə belə olsa dünyanın sonu kimi yaşamırlar. Çünki beynində belə bir inanc var. Problem olsa həll edə bilərik. İkinci, narahat bağlanan. Bu tip qadınlardan ən çox eşidən cümlə budur. Mən əvvəlki kimi sevmirsən, niyə gec yazdın, məndən bezmirsən, səndə nəsə dəyişib. Burada məqsəd əslində qadını dava etməyi deyil, beyni təhlükəsizlik axtarır. Narahat bağlanan tip olduğuna görə təhlükəsizliyi bu formada axtarır. Əgər kişi yorğun olduğu üçün sakitdirsə, tam işlə yorğun, başına hadisə gəlib, qadın bunu belə oxuyur ki, yox, mən istəmir. Keçən gün də işdən yorğun gəlmişdi, amma məni qucaqladı. Bu dəfə yorğundur, qucaqlamır. Deməli, məni istəmir. Halbuki kişi sadəcə yorğundur. Və bu demək deyil ki, qadın hər dəfə səhv düşünür. Əgər kişi davamlı uzaqdırsa, laqeyddirsə, davamlı olaraq əlaqədən qaçırsa, qadının narahatlığı real səbəblərlə də bağlı ola bilər. Yəni, psixoloq terapiyada bu iki işi bir-birindən ayırır ki, real vəziyyətə görədirmi, yoxsa yoxmu? Qaçınqan bağlanma. Belə insanlar sevilirlər. Amma hisslərini göstərməkdə çətinlik çəkirlər. Problem olanda susurlar, özlərinə çəkinirlər, düşünürlər ki, keçəcək. Əslində isə qarşı tərəf bunu belə yaşayır. Mənimlə maraqlanmır. Maraqlıdır ki, çox vaxt narahat bağlanan qadın qaçınan bağlanan kişi ilə evlənir. Bunu niyə deyirəm? Çünki biri yaxınlaşır, digəri uzaqlaşır. Biri narahat bağlanandır, qadın narahat bağlanır. Məni sevirsənmi, niyə yazmadın, harada qaldın, niyə gəlmədin? Qadın narahat bağlanan tipidir. Kişi də qaçınqandır, problem olanda qaçır. Sakitliyə qaçır, özünə qapanır. Çox zaman narahat bağlanan, qaçınqan bağlanan evlənir. Biz burada əyani seminarda da xanımların bağlanma tipini tapanda, onların ərlərinin də tiplərinə baxmışdıq ki, əslində ərləri də misal qadın narahat bağlanırsa, əri həqiqətən qaçınqan bağlanma idi. Biri danışmaq istəyir, digəri susur. Biri arxayın olmaq istəyir, digəri tək qalmaq istəyir. Hər ikisi düşünür, problem ondadır. Məsələn, qaçınqan bağlanan kişilər hər zaman deyir ki, Nərmin, mənim yoldaşım məni bezdirib, adam nə qədər dırdır edər, adam nə qədər hər şeyi yozar, hər şeyə danışar. Narahat bağlanan qadın da əri haqqında deyir ki, Nərmin xanım, bezdim ondan, kişi olaraq heç bir məsuliyyət götürmür, bir şey olan kimi qaçır gedir, bir şey olan kimi uzanır divanda özünə qapanır. Yəni, hər iki tərəf elə düşünür ki, problem ondadır. Halbuki problem onların münasibətinin ritmindədir, yəni bağlanma tipində. Yəni, məsələn, bir cütlükdə qadın deyir ki, mən danışmaq istəyirəm, kişi deyir, mən sakit qalmaq istəyirəm. Qadın bunu sevgisizlik kimi qəbul etmək istəyir, vay, mən ona dedim, danışaq, o dedi, yox, sakit duram. Kişi düşünür ki, dava etməmək üçün susturam. Görürsünüz, eyni davranış, amma ki, fərqli məna. Qadın da problemi həll etmək istəyir, kişi də. Qadın deyir, gəl danışıb həll edək. Kişi deyir ki, gəl sakit dur, həll edək ki, dava çıxmasın. Amma onlar bir-birini anlaya bilmirlər. Və burada digər hissə də var ki, yəni mən hər şeyi tək edərəm sizə. Bir çox qadının istifadə etdiyi cümləyə baxsaq görərik ki, onlar deyirlər ki, mən hər şeyi tək edirəm. Bəzən bu həqiqətən də reallıqdır. Qadın həm işləyir, həm uşaq böyüdür, həm ev işləri görür, kifayət qədər də dəstək almır. Amma bəzən bu hissin bir hissəsi psixoloji yükdən də qaynaqlanır. Əgər qadın illərlə hər məsuliyyət üzərinə götürübsə, kömək istəməyibsə, mən etməsəm heç kim düzgün etməyəcək, onlar məni kimi etmirlər, uşağı buyur dalınca yuyur, yoldaşıma bir şey desəm gərək sonra özüm gedim düzəldim. Baxın, qadını çox zaman tükədən bu olur. Burada məqsəd qadını günahlandırmaq deyil, məqsəd yükün hardan gəldiyini sizə göstərməkdir ki, bəzən sizə ən çox yükləyən şey elə özünüz olursunuz. Düşünün, 2 nəfər tarlada işləyir, biri toxum səpir, biri oraları düzəldir. İş bölgüsü axşama qədər hər ikisi ayaqda qalır. Amma biri həm toxum əkib, həm su töksə, axşam deyəcək ki, mən tək işlədim.
Yəni orada bir əmək bölgüsü görünəcək. Bizim münasibətlərimizdə də bir əmək bölgüsü olmalıdır. Bilirsiniz ki, əmək bölgüsü tarix boyunca olan bir şeydir və insanlar ortaq kollektivdə əmək bölgüsü ilə yaşayıblar və əmək bölgüsü sayəsində həyatda qalıblar. Buna görə də biz də öz ailə həyatımızda bir əmək bölgüsünün içərisində olmalıyıq. Əmək bölgüsünün içərisində olmaq emosional yaxınlığı çox artırır. Məsələn, ana kartof soyur axşam yeməyi üçün. Kartofu gətirir və bıçağın birini yoldaşına verir, birini qızına verir. Deyir ki, gəlin bərabər soyaq kartoflar. 5 dənə kartofda hamının əli batacaq, amma olsun. Bərabər görürük. Və ya bunun fərqli bir şey də ola bilər. Məsələn, yoldaşına deyə bilər ki, mən axşama gözəl bir kartof yeməyi bişirmək istəyirəm. Yoldaşı kartofu alar, qızı kartofu soyar, ana da yeməyi bişirir. Bu da yenə bir əmək bölgüsü olur. Məsələ budur ki, bəzən əmək bölgüsü olduğu halda qadın əmək bölgüsünü görmür. Deyir ki, Nərmin xanım, yeməyi mən bişirdim. Tamam da kartofu da o aldı. Burada da yine bir əmək bölgüsü var. Buna görə də əmək bölgüsünü nə qədər çox görə bilməyimiz, nə qədər çox həyatımıza tətbiq edə bilməyimiz münasibətdə emosional yaxınlığı bir o qədər də artırır. Biz evin layihəsini uşaqlıqda çəkirik. Əgər aranızda ev tikdirənlər olubsa, bilirsiniz ki, birinci gedib layihə çəkilir. Layihə çəkiləndən sonra da ev tikilir. Məsələn, bizim evin layihəsi nə vaxtdan 7 il olar çəkilir. Amma 7 il çəkilən kimi o ev tikildi, yox. Layihə bizim uşaqlığımızda çəkilir. Amma biz uşaqlıqda evlənə bilmirik deyə layihəni evlənəndən sonra bir evə köçürürük. Yəni layihə qüsurlu ola bilər. Layihədə bir problem ola bilər. Evi yenidən təmir etmək mümkündür əzizlərim. Yəni keçmişimiz bizim taleyimiz deyil. Uşaqlıqdan layihən belədir, belə də qalacaq, yox. Hər evi yenidən başdan yaratmaq, yenidən təmir etmək mümkündür. Mən buna görə pasientlərimə hər zaman bildirirəm ki, təcrübəm göstərir ki, ən sarsılmış ailə belə doğru dəstəklə, doğru texnikalarla yenidən düzəldilə bilər və yenidən mükəmməl ola bilər. İndi başa düşürsünüz ki, niyə bəzi qadınlar özünü evin içində tək hiss edir. Emosional tənhalıq bir gündə yaranmır. Addım böyüyür. Yəni heç kim bir gün içində özünü emosional olaraq tənha hiss etmir. Nə qadın, nə də kişi. Əgər yoldaşınız özünü emosional olaraq tənha hiss edirsə, siz ona bunu gör neçə vaxt yaşadırsınız. Həmçinin dostlar, insanlar eyni evdə yaşaya-yaşaya yadlaşa bilir. Sizə bir sual verim. Heç düşünmüşsünüzmü ki, iki insan bir-birini çox sevərək evlənir, sonra illər keçir, bir gün qadın deyir, biz artıq yad adam olmuşuq. Bu necə baş verir? İllərdir bir yerdədirlər. Bu bir gecədə, bir davada, bir xəyanətdə baş vermir. Bu adətən bir gündə dağılmır münasibət. Onlar əvvəlcə səssizcə soyuyurlar, sonra bu baş verir. İndi biz yadlaşmanın mərhələlərini danışacağıq sizinlə. Fasilə vaxtımız istəyir fasiləyə ayrılaq sonra devam edelim. Tamam, Nişanə xanım bildirdi ki, hal-hazırda fasilə saatımızdır. Ona görə də indi fasilə verək. Mənim saatim 13:13 göstərir. 13:20-də yenidən burada olaq.
Əziz qadınlar, buradasınızsa biz seminarımıza davam edək. Yadlaşmanın mərhələlərini danışmaq istəyirəm sizlərlə. Bilirsiniz ki, qeydlər aparırıq. Baxaq görək hansı mərhələdəsiniz, siz və həyat yoldaşınız. Hansı vəziyyətdə olmağımızı bilmək çıxış yoluna bizi daha da yaxınlaşdırır. Ona görə də gəlin birinci baxaq. Yadlaşmanın birinci mərhələsi marağın azalmasıdır. Münasibətdə maraq nə qədər azalıb xanım? Yoldaşınızın sizə, sizin yoldaşınıza. Yəni, bir dəftər götürün, belə ortadan 2 hissəyə bölün. Yazın ki, mən yoldaşım. Birinci mərhələ, marağın azalması. Neçə faiz sizdə azalıb, neçə faiz yoldaşınızda azalıb? Sizin marağınız qalıb. İşinə, gündəlik həyatına, həmçinin də onun sizə. Əvvəllər kişi soruşurdu, necə keçdi günün, indi soruşmur. Əvvəllər qadın ərinin danışdığı hər şeyi maraqla dinləyirdi, indi telefonuna baxır. Əvvəllər birlikdə gülürdülər, indi eyni evdə ayrı yaşayırlar. Münasibətdə ilk ölən çox vaxt sevgi olmur, maraq olur. Sevdiyin insanın daxili aləmini tanımaq istəyi azalanda, yaxınlıq istəyi də zəifləməyə başlayır. İlk tanış olanda necə o insan haqqında hər şeydən maraqlanırıq, nə yedi, nə içdi, necə bir ailəsi var, ata-anası necədir. Amma bu maraq istəyi azalanda, yəni sevdiyin insan daxili aləmini tanımaq istəyi azalanda, yaxınlıq istəyi də zəifləyir. İkinci mərhələ emosional paylaşım azalır. Qadın artıq hisslərini danışmır. Çünki düşünür, onsuz da başa düşməyəcək. Kişi də problemlərini danışmır. Düşünür ki, yenə dav olacaq. Beləcə evdə 2 nəfər yaşayır. Amma heç kim heç kimi tanımır. Üçüncü mərhələ. Paralel həyat. Ən təhlükəli mərhələ. Bu mərhələ çox təhlükəlidir. Artıq hər şey avtomatikdir. Səhər iş, axşam yemək, telefon, televizor, yuxu, sabah yenə eyni. Münasibət yaşayır, amma əlaqə yaşamır. Yəni, hər ikisinin eyni həyatı olur. Mən cütlükləri qəbul alanda onların hər ikisinin günlərinin necə başladığını soruşuram. Və biri digərinin adını çəkmir. Məsələn, bəyə deyirəm ki, gününüz necə başlayır? Heç nə yapmam, səhər tezdən oyanıram, yemək varsa yeyirəm, yoxsa hazırlaşıb gedirəm işə, işdən çıxandan sonra dostlarla oluram, qayıdıb gəlirəm evə. Deyirəm ki, yoldaşınız evdə olmur, deyir evdə olur. Niyə adını çəkmirsən? Uşaqlar evdə olmur. Niyə adını çəkmirsən? Axı onları görürsən. Daha sonra qadından soruşuram. Gününüz necə keçir? Deyir, heç nə yapmam, səhər tezdən oyanıram, uşaqları aparıram məktəbə, günorta gəlirəm evə, ya işimə gedirəm, daha sonra işdən çıxıb uşaqları götürürəm, gəlirəm evə, axşam yatıram. Yoldaşın yoxdur evdə deyə sual verirəm, bir evdədir. Tamam, baxın, bu artıq paralel həyatdır və çox təhlükəlidir. Dördüncü mərhələ, daxildə başqa yer axtarmaq. Burada çox vacib bir məqam var. İnsan əvvəl xəyanət etmir. Nə qadın, nə kişi xəyanət etmir ilk əvvəl. Əvvəl anlaşılmaq istəyir. Əgər bunu bu evdə tapa bilmirsə, ilk öncə bunu da gəlin bir mörtəzə içərisində qeyd edim. Bu nə qadın xəyanətinə, nə kişi xəyanətinə dəlalət yaratmır. Nə qadın, nə kişi, mən 4-cü mərhələdə idim də, sənə xəyanət etdim də deməməlidir. Bu sağlam bir davranış deyil. Sağlam psikada olan insan deyir ki, mən 4-cü mərhələdəyim, ayrılıb gedir başqa biri ilə münasibətdə olur. İstər qadın, istər kişi. Burada yəni danışdığımız məqam xəyanəti içini bizə göstərir. Xəyanətə haqq qazandırmaq, hamı xəyanət edir qadınlar, edə bilərsiniz qadınlar. Onlar həyatın işidir. Bəylər, hər kəs xəyanət edir, edə bilərsiniz. Haqq qazandırmaq budur. Lakin burada biz xəyanətə haqq qazandırmırıq. İçini açırıq. Məğzini açırıq ki, bu niyə baş verir? İnsan əvvəl xəyanət etmir. İnsan əvvəl anlaşılmaq istəyir. Əgər bunu evdə tapa bilmirsə, iş yoldaşı onu dinləyir, köhnə dostlar onunla maraqlanır, sosial şəbəkədə biri yazır necəsən. Beyin ilk dəfə uzun müddətdən sonra özünü görünmüş hiss edir və təhlükə də məhz burada başlayır. Emosional xəyanət nədir?
Emosional xəyanət fiziki münasibət demək deyil. Bu, hisslərini həyat yoldaşından gizlədib başqasına paylaşmaqdır. Sevincini əvvəl başqasına danışmaqdır, problemini əvvəl başqasına açmaqdır. Başqasının fikrini həyat yoldaşından daha çox gözləməkdir. Başqasının mesajını daha böyük həyəcanla gözləməkdir. Fiziki xəyanət çox vaxt burada başlamır. Amma bunun davamında gəlir. Gottman araşdırmaları bizə nəyi göstərdi? Göstərdi ki, münasibətlərin dağılmasının əsas 4 səbəbi təkcə böyük davalar deyil. 4 atlı deyə adlandırmışdı bunu, xatırlayırsınızsa. Gottman öz araşdırmalarında əsas o 4 atlı idi məsələ. Ən təhlükəli məqam tərəflərin biri-birinin emosional çağırışlarına cavab verməməsidir. Qadın deyir, bugün yoruldum, kişi cavab verir ki, hə, yaxşı. Söhbət bitir. Əslində qadın kömək istəmirdi, əlaqə istəyirdi. İnsanlar hər gün onlarla belə kiçik əlaqə cəhdləri edirlər. Amma bunlar cavabsız qalanda yaxınlıq da azalır. Həmişə problem kişidədir. Xeyr, burada çox dürüst olmalıyıq. Bəzən kişi həqiqətən laqeyd olur. Bəzən isə qadın beynində köhnə yaralar səbəbindən hər məsafəni sevgisizlik kimi oxuyur. Mənim ən çox rast gəldiyim budur. Məsələn, kişi yorğun gəlir, qadın düşünür ki, məndən bezdir. Kişi iş haqqında düşünür, qadın düşünür ki, mənə fikir vermir, onun üçün iş önəmli. Kişi sakit qalır, qadın düşünür ki, məni sevmir. Psixologiyada buna şərh etməməyi deyirlər. Biz hadisəyə yox, hadisəyə verdiyimiz mənaya reaksiya edirik. Ona görə də münasibətdə ilk sual belə olmalıdır. Mən indi faktı görürəm, yoxsa qorxumu? Mən indi real düşünürəm, yoxsa yox? Məsələn, yoldaşım məni sevmir. Bu düşüncə hal-hazırda realdır, yoxsa yox? Davamlı özümüzə belə suallar verməliyik. Bəs çıxış yolu nədir? Emosional tənhalığın dərmanı ər dəyişsin, hər şey dəyişəcək deyil. Bəzən ər dəyişməlidir, bəzən qadın dəyişməlidir. Ən çox isə ümumi münasibətin üzərində işləyib onu dəyişmək lazımdır. Gəlin indi həll yollarına keçək. Birinci, hisslərini ittiham etmədən danışmaq. Danışıq üslubu həyatdakı hər şeyimiz olmalıdır. Mən dəyər verdiyim sözlərdən biri də budur ki, mənə dünyanın ən gözəl sözünü belə yanlış üslubla desəniz, sizi dinləmərəm. Üslub hər şeydir. Bir söz xatırlamaq istədim, xatırlaya bilmədim. Yanlış üslub doğru sözün cəlladıdır. Yəni, doğru sözünüzü yanlış bir üslubla verin və deyin ki, mən beləyəm, xarakterim belədir, üslubsuz biriyəm, uşaqlıqdan üslubsuz gəlmişəm, mənə üslub öyrətməyiblər, haqlı olmaq, mənim üçün hər şeyi demək deyə versəniz, haqsız olacaqsınız. Bir məhkəmədə düşünün, çıxıb hakimlə istədiyiniz kimi danışa bilməzsiniz. Çıxıb hakimə istədiyiniz kimi qışqıra, haqqınızı tələb edə bilməzsiniz. Bir üslub var ki, yalnız o üslubla özünüzü ifadə edə, özünüzü təqdim edə bilərsiniz. Bu, bizim həyatımızın hər yerində belədir. Birinci, hisslərini ittiham etmədən danışın. Sən mənə heç vaxt fikir vermirsən əvəzinə, hisslərinizi deyin, niyə insanı ittiham edirsiniz? Səninlə daha çox emosional yaxınlıq hiss etməyə ehtiyacın var. Bunu deyin. Daha sonra gəlin ikinciyə keçək. Gün ərzində ən azı 20 dəqiqə bir-birinizi dinləyin. Telefon yoxdur, televizor yoxdur, məsləhət yoxdur, sadəcə dinləmək. Bəzən münasibətə böyük hədiyyələr yox, 20 dəqiqəlik diqqət xilas edir. Kiçik yaxınlıqları artırmaq, əlindən tutmaq, telefona baxanda gedib onun yanında oturub baxmaq, gözünün içinə baxmaq, çay gətirəndə çiynindən tutmaq. Çünki böyük sevgi kiçik davranışların təkrarıdır. Bunu heç vaxt unutmayın əzizlərim. 4. Keçmiş yaraları tanımaq. Özünüzdən soruşun. Mən indi ərimə reaksiya verirəm, yoxsa uşaqlıq ağrısına? Bu sualın cavabı bəzən illərlə davam edən davranışları belə dəyişdirə bilir. Bəs ev tapşırığı nədir? Bugün bir dəftər götürün və aşağıdakı sualları yazın. Mən son vaxtlar ən çox özümü nə zaman tənha hiss edirəm? Bu hissi ilk dəfə həyatımda nə vaxt yaranmışdı?
Mənim həyat yoldaşımla ən böyük emosional ehtiyacım nədir? Mən bunu ona necə sakit şəkildə deyərəm? Mən bunu heç ona sakit şəkildə demişəmmi? Mən onun emosional ehtiyaclarını bilirəmmi? Sonra həyat yoldaşınıza bir sual verin. Sən son vaxtlar özünü mənim yanımda necə hiss edirsən? Cavabı müdafiə olmadan dinləyin, izah verməyin, özünüzü müdafiə etməyin, sadəcə dinləyin. Çünki bəzən insan ilk dəfə sağalmağa başlaması üçün həqiqətən dinləməsi kifayətdir. Keçənlərdə mənim Instagramda bir sorğu paylaşmışdım. Sorğu səhv etmirəmsə belə idi. Yoldaşınızdan soruşun ki, qadın olsa necə qadın olardı? Və qadınlar nə etdilər? Yoldaşlarına yazdılar ki, bir çoxu 90% belədir. Yoldaşlarına yazdılar ki, sən qadın olsa necə bir qadın olardın? Misal, yoldaşları yazdı ki, sakit, sözə baxan, ərini sayan. Dərhal qadınlar müdafiəyə keçdi. Hə, mən səni saymıram da, sən mənə xəyanət elə, mən də səni sayım. Ya bu sualı verməyin, ya da özünüzü müdafiə etməyin. Adam sizə sualda cavab verir. Və hər dəfə bu cür reaksiyalar verdikdə qarşı tərəf sizin heç bir suallarınıza cavab verməyəcək. Çünki onun ağlında siz təhlükəli qalacaqsınız və onun beyni sizi təhlükə obyekti olaraq görəcək. Sizin yanınızda rahat ola bilməyəcək. Ona görə də bu sualı ona verəndə ki, son vaxtlar sən özünü mənim yanımda necə hiss edirsən? O yaxşı da deyə bilər, pis də deyə bilər. Ona görə də burada sadəcə dinləməlisiniz. Seminarın yekunu. Bugün sizə bir cümlə demək istəyirəm. İnsan tək qaldığı üçün yox, başa düşülmədiyini hiss etdiyi üçün yorulur. Başa düşülmədiyini hiss etdiyi üçün yorulur. Evdə 2 nəfər olmaq, münasibət olmaq demək deyil. Münasibət o zaman başlayır ki, 2 insan bir-birinin daxili dünyasına gedən yolu itirmir. Əgər bu yol itibsə, onu yenidən tapmaq mümkündür. Ona görə də axtarın və tapın. Yoldaşınızın daxilinə gedən yol harda idi? Keçən seminarda bildirmişdim. Bir həftə ərzində yalnız onu müşahidə edin, onu yenidən tanıyın. Adam nəyə qışqırır, nəyə əsəbləşir, nəyə sevinir, nəyə gərginləşir, onu müşahidə edin. Çünki tanımadığınız bir kişini dəyişdirə bilməzsiniz. Nişanə xanım, keçək suallara. Bəli, keçək. Sual-cavab hissəsini. Tamam, bəli, Nişanə. Çata mən baxın. Deməli, görüntüsü açıq olan və əl işarəsindən istifadə edən, mövzuya aid sualları olanları mən icazlarınızı çəkəcəm, siz sualları verərsiniz. Kortizol hormonunu necə normallaşdıraq? İlk öncə bunu siz gedib qanda verməlisiniz və əgər bu çox kritik bir səviyyədədirsə, artıq həkimlərlə bunu danışmalı, dərman müalicəsinə başlamalısınız. Həmçinin psixoloji terapiyaya başlamalısınız ki, dərmanı buraxanda yenidən hər şey əvvəlki vəziyyətinə qayıtmasın. Amma yox, bu sadəcə olaraq normaldan biraz yüksəksə kortizol sizdə digər hormonları çoxaldaraq kortizolun normal qalmasını yarada bilərsiniz. Məsələn, dopamini, xoşbəxtlik hormonunu artırmalısınız, daha sakit olmalısınız. Stresli anlarda mübahisənin ortasına girmək əvəzinə 20 dəqiqə texnikasını işə salmalısınız. Hər şeyi 20 dəqiqə sonra etmək, 20 dəqiqə sonra reaksiya vermək, bu kimi şeylər etməlisiniz. Çox maraqlı idi söhbətiniz. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm əzizlərim. Könül xanım sual vermək istəyir. Hər vaxtınız xeyir, Könül xanım, buyurun. Salam, hər vaxtınız xeyir. Yenidən görmək çox xoş oldu. Məlahətli səsi Nərmin xanımın çox gözəldir. Mən sizə keçən seminarda qoşulmuşdum. Sizin seminardan sonra xeyli bizim ailədə dəyişikliklər oldu, harmoniya oldu və hətta deyim ki, bizdə bəzi qadağalar varsa onları da aradan qaldırdı, bir-birimizə etibar daha da çoxaldı. İndi bir sualım var. Bayaqlar dediniz ki, danışıq tərzimiz yavaş olmalıdır, sakit, təmkinlə danışmalıyıq və kinayəli danışmamalıyıq. Bu təklikdə o düzəlib bizdə. Təklikdə olanda mən o nə qədər də emosiyanı danışsam, mən sakit, yavaş danışıram.
və heç bir söhbət uzanmır. Amma yanınızda başqa adam olanda, ən çox qaynanam olanda və yaxud da ki, elə başqa bir insan olanda özümdən asılı olmayaram. Aqressiv danışıram. Və onu necə düzəldə bilərik? Bu sadəcə başqa insanlar yanınızda olanda bu olur sizdə. Bəli, bəli, hə, bəli. Yəni başqaları olanda mən istərsəm Yoldaşınız başqalarının yanında sizə necə davranır? normal. Yəni deyim ki, o da mən aqressivdir, yox. Əksinə, yəni o evdəki kimi olmasa da, amma pis deyil. Sadəcə mən özüm emosional olurum. Etik qaydaları qorumaq üçün belə davranırsınız. Yəni burada ola bilər ki, məsələn ki, siz normalda yoldaşınızla həyatım, canım deyirsiniz, amma insanların içində adıyla xitab edirsiniz, daha qısa danışıqlar edirsiniz. Etik qaydaları qorumaq üçün belə edirsiniz. Yəni yaşadığınız mühit necə bir mühitdir? Orada etik olaraq bunu necə qarşılayırlar? Həyatım, canım, cicim demirəm. Evdə də adını çəkirəm. Adamlar içində də adını çəkirəm. Yəni nədir məsələn? Hər hansı bir bizim sözümüz çək düşəndə mən aqressiv cavab verirəm. Amma evdə elə eləmirəm. Amma başqa adam yanında olanda özüm asılmaz belə cavab verirəm. Onu düzəltmək istəyərdim. Yox, burada mütləq fərdi işlənilməlidir. Bu çox maraqlı bir hissədir ki, siz niyə təklikdə belə reaksiya vermirsiniz? Hər kəsin içərisində belə reaksiya verirsiniz. Yəni burada ola bilər ki, yəni yoldaşınız orada şəxsiyyət olaraq sizin artıq şəxsiyyətinizə toxunur. Orada şəxsiyyət olaraq özünüzü təsdiq etməyə ehtiyac duyursunuz. Bunu daha çox mən özümü təsdiq etməyə ehtiyacı olaraq görürəm. Çünki yoldaşınızla eyni bir evin içərisində olduqda bəlkə özünüzü daha rahat təsdiq edirsiniz. Amma insanların yanında olanda orada özünüzü insanlara da təsdiq etməlisiniz ki, yoldaşım təsdiq, mən bu sözü ona elə demədim. Bu daha çox özünü təsdiq etmə ehtiyacı kimi görünür. Seminarın hələ ki 6 günü var. 6 gününü də izləyin. Orada buna aid texnikalar olacaq. O texnikaları edin. Görün nə qədər faydası olacaq. Olmasa fərdi terapiya da götürərsiniz. Orada da bunun üzərində işləyək. Mən düşünürəm, çünki biz ikinci məhkəmədən sonra barışmışıq, bəlkə ona görə. Ola bilər, yəni keçmişin yaraları qalır. Bir il özünüzə vaxt verməlisiniz. Keçmişdən gələn bu travmatik yaralar yavaş-yavaş sağala bilsin. İnşallah. Çox sağ olun, Nərmin xanım. Təşəkkür Siz də edirəm. sağ olun, Kərim xanım. Mən də sizə təşəkkür edirəm. Zərifə xanımla sualınız. Salam, hər birinizi salamlayıram. Nərmin xanım, mən uşaqlıqdan da məndə gələn travmalar vardı. Bu emosional tənhalıq deyəndə bu məndə yüksək səviyyədədir. Yəni bugün bildim ki, yəni bunun üçün mütləq fərdi seans almalıyam. Bunu necə ayırd edeyim ki, uşaqlıqdandır, yoxsa sonradandır? Yəni sadaladıqlarınız var da, yəni bizim ailədə də o problemlər var. Bunu mütləq fərdi seansla düzəltmək olar, yoxsa öz üzərimdə işləsəm neysə? Emosional tənhalıq əgər münasibətdə yox, uşaqlıqdan gəlirsə, özünüz bunun üzərində işləyib düzəldə bilməzsiniz. Çünki zaten tənha qalmışsınız deyə. Bu dəfə birinin dəstəyinə ehtiyacınız var ki, biri sizi dinləsin, sizi danlasın. Zaten Zərifə uşaqlıqdan tənha qalıb, necə tənhalıqla düzəldə bilər? Uşaqlıqdan gəlib-gəlmədiyini sizə baxım verən insanla münasibətinizə baxaraq anlaya bilərsiniz. Kimin himayəsində olmuşsunuz, o insanın sizə davranışları, seminarın əvvəlində bildirmişdim, qorxu, utanc, məyusluq, sevinc, bu kimi duyğuları uşaqlıqdan keçirəndə valideynlər sizinlə oturub danışırdımı, yoxsa elə onların öz duyğularına mı qarışıq idi, siz mi gedib onların duyğularını başa düşürdünüz? Bunları bunlara baxmalısınız, sizə seminarın o hissəsinə təkrardan baxın. Əgər görsəniz ki, yox, bu uşaqlıqdan gəlir, sizə baxım verənlə aranızda emosional tənhalıq yaranır, bəli, o zaman siz bunun üzərində özünüz ayrıca işləməlisiniz. Yaxşı bir münasibət qurduqda, uğurlu bir münasibət qurduqda qadın və kişi uşaqlıqdan gələn bu ehtiyacı bir-birində qarşılayır. Heç terapiyaya ehtiyac olmur. Amma münasibətdə qırılmalar varsa, küsmələr varsa, davalar, xəyanətlər varsa, onda kim emosional tənhalıq yaşayırsa, daha da aşağı düşməyə başlayır onun vəziyyəti. Nəinki yarası sağalmaq əvəzinə. Amma normalda biz hər birimiz uşaqlıqda ideal ailələrdə böyüməmişik. Hər birimiz yaralar alırıq və başqa yara alan bir uşaqla evlənirik. O bizim yaramızı sarır, biz də onun yarasını. Amma dediyim kimi, münasibətdə pozuntular baş verəndə, qadın-kişi obrazları pozulanda əslində yaramızı daha da betər bir hala gətirə bilir. Dərinləşir, bəli. Sizlə fərdi seansda biz qoşulanda biraz mövzu xəyanət idi. Ona görə siz mənə orada bir söz dediniz ki, yəni
bir cümləmdən tutdunuz ki, yəni siz səndə deyirsə heç sevgisizlik görməyən bir uşaq kimisiniz də, belə dediniz mənə. Hə, onu düşünürəm ki, yəni normal ailədə böyümüşəm, ana həkim, ata müəllim, amma ki belə nəysə o var da məndə. Yəqin ki, o şuuraltı keçib xatırlamasam belə, yəqin ki var. Dərinə işləyib məndə. Hə, belə bu mövzu vəbşi məndə belə yaralı yer kimidir. İnşallah onda fərdi Qəşəng çox önəmlidir və burada bağlanma tipinizdə siz özünüzlə narahat bağlanan bir Bəli, tipdəsiniz. bəli. Çox dəyişkən. Çox dəyişkən məndə. Siz deyirsiniz o təhlükəli. Ya beləyəm uşaqlarla da, yoldaşımla da. Bəzən çox yaxşı, bəzən çox aqressiv. Yəni bunu aşa bilmirəm. Nə qədər bütün seminarlara maşallah qoşulmuşam. İndi xeyrin görürəm də. Hələ bir il ərzində hələ çoxu mənə çatmırdı. İndi biraz elə ki təsirini çox sağ olun ki görürəm həqiqətən. Amma Sizə ki çox o sağ olun. Biraz zaman verin Zərifə xanım. Və siz dayanıb geri çəkildikdə münasibətin əsl dinamikasını görəcəksiniz. Sizin narahat olmağınız da münasibəti və yoldaşınızı çox tetikləyir. Buna görə biz baxa bilmirik ki, bu münasibət, bu adam həqiqətən mi pisdir, ya Zərifə mi bunu çox tetiklədi. Buna görə siz biraz dayanmalı və sakitləşməlisiniz ki, münasibətin axarına baxa bilək. çox sağ olun Nərmin xanım. Çox Sizə sağ çox sağ olun Zərifə xanım. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun, sual verdiyiniz üçün Zərifə xanım. Nərmin xanım sual vermək istəyir. Hər vaxtınız xeyir Nərmin xanım, buyurun. Hər vaxtınız xeyir olsun. Mənim sualım bu şəkildə idi. Qadın qəzəbini və neqativ hisslərini qadın kimi necə ifadə etməli? Xüsusilə də qəzəbi ifadə edərkən bəzən kişiləşmiş formada bunu ifadə edə bilirik. Hər nə qədər özümüz dişil enerjimiz yüksək olsa belə, qadın kimi qadın olsaq belə, qəzəblənəndə nədənsə kişi kimi bunu ifadə etməyə meylli oluruq. Bunu necə ifadə etmək olar qadın kimi? Nərmin xanım, baxın, hormonlar balansı pozulanda, testosteron səviyyəmiz yüksək olanda biz təbii ki, əsəbimizi kişi kimi verməyə başlayacağıq. Nəinki əsəbimizi, sevincimizi də, sevinəndə də eyni kişilərin etdiyi futboldakı hərəkətlərindən etməyə başlayacağıq. Bu hormon balansı ilə əlaqədardır. Və bir də burada DNA da çox önəmlidir. İnsan davranışlarında insanın bugün etdiyi hərəkət onun axşam necə yuxu alıb almaması ilə bağlıdır. Bir həftə ərzində yaşadığıyla, 2 həftə, 1 ay, 1 il, ana bətnində, daha sonra anasının, nənəsinin, ulu nənəsinin rəftarları ilə, yəni insan davranışları o qədər gedib köklərə çıxır ki, yaşadığınız zona, mühit, bunlar da çox önəmlidir. Və siz bunu mütləq ayırmalısınız ki, yəni bu mənim hormonuma görə belədir. Və ya bizim evdəmi belədir, bizim nəsildə tam ki, elə məsələn zonalar var, tam Gəncə, Qazax, Akstafa. O zaman qadınları qışqıra-qışqıra danışırlar, hündürdən danışırlar, hündürdən gülürlər, kişi kimi olurlar, çox qoçaq olurlar. Misal, Cəlilabad inişi tərəfin qadınları daha sakit olurlar, sözlərini daha astadan deyirlər, daha fərqli olurlar. Buna görə də birinci bunu ayırt etməlisiniz. Və sizin DNA-nızda bu kodlar qalır. Məsələn, siz əgər bugün əsəbəşində durub qışqırırsınızsa, bunu kimsə edib sizdə. Yəni, bu reaksiyalar avtomatik reaksiyalardır. Və biri də var ki, məsələn, əvvəllər Nərmin belə deyildi. Əvvəllər xanım xatını idi, sözünü sakit deyirdi, üslubu deyirdi, müəyyən müddətdən sonra Nərmində belə bir pozuntular yarandı. İlk öncə bunu tapırıq ki, bu nədən gəlir, səbəbi tapmalıyıq ki, ona uyğun həll yolu edək. Ən birinci, ən kəskin, ən tez fayda verən həll yolu nədir? Mən dili ilə danışmaq. Əgər münasibətdə sizi incidən, sizi yaralayan, bu münasibətdən soyudan məqamlar varsa, həmçinin əsəbləşdirən məqamlar varsa, bunları mən dili ilə deməlisiniz. Yəni, sən mənə əsəbləşdirdin, sən mənə bu sözü dedin əvəzinə, mən əsəbləşdim, mən bu sözü eşitdim, mən bu duyğunu yaşadım. Birinci mən dili ilə danışmaqdır. İkinci isə qarşı tərəfə onun səhv olduğu duyğusunu onu günahlandırmadan verməkdir. Əgər siz qarşıdakını birbaşa günahlandırırsınız ki, sən səhvsən, sən məni əsəbləşdirdin, gör bir qadına necə davranırsan, məni qanunluqdan çıxardırsan, bu zaman siz ona deyirsiniz ki, özünü müdafiə et. O başlayacaq özünü müdafiə etməyə. Amma siz onun əlinə belə bir müdafiə şansı verməməlisiniz. Siz ona deməlisiniz ki, mən sənin kimi bir bəydən bir qadını incitməyini gözləməzdim. Bəlkə bugün sənin üçün pis keçib deyə mənə belə davranırsan.
Çünki yəni bilirəm ki, bir qadına belə davranmazsan, yəqin ki, axşam yuxunu yaxşı almamısan. Biz bu məsələni səninlə sonra yenidən danışaq. O artıq anlayış gördüyünə görə özünü müdafiə etmək əvəzinə ki, sən mənə əsəbləşdirdin, axşam yatmamışam, görmürsən işdən yoxun gəlmişəm. Bunları siz zaten dediyiniz üçün, siz zaten anlayışlı bir qadın olduğunuz üçün o özünü müdafiə etmək əvəzinə sizi həmin andan çıxartmağa çalışır. Və Nərmin xanım, bunlar praktika məsələləri olduğuna görə ən azından partnyorunuz 4-5 dəfə sizin əsəbinizdə sizə qarşı yumşaq reaksiyalar göstərsə, siz bunu tamamilə həll edə biləcəksiniz. Buna görə ilk olaraq siz yumşağı verməlisiniz. Yumşaq olmasanız belə daxilən. Bunu verməlisiniz ki, sonra ondan bunu görə biləsiniz. Mən keçən seminarımızda da bunu demişdim ki, bəzən yatmaq üçün özünü yuxulu kimi aparmaq lazımdır. Məsələn, mən gecələr çox vaxt elə edirəm. Yalandan gözümü yumuram ki, yuxuya getmişəm və sabah oyanıram ki, nə zaman yuxuya getdim. Bu münasibətlərdə də belədir. Anlayışlı qadın olmasaq da, bəzən anlayışlı qadınmış kimi davranıb çox yaxşı nəticələr ala bilirik. Çox sağ olun, təşəkkürlər. Siz də çox sağ olun. Könül xanım yazıb ki, Aygün xanım yatıb. Aygün xanım ümumiyyətlə mənim seminarlarımda hər zaman belədir. Yemək bişirir, turşular hazırlayır, evi təmizləyir, qab yuyur, yatır. Bütün işlərini bizim seminarımızda görür. Tək görmək istəmir. Şəkər bura bitir. Bəli, fevral seminarında çərşənbəyə düşmüşdü deyə şəkər burada hazırlayırdı. Salam Nərmin xanım. Hə, gecə oldu. Günorta olduğuna görə yoruldum. Axşamlar yenə normal qoşuram, amma günorta işlərim çox olduğuna görə ikisini bir arada amma həll eləyirəm də. Da buranı atmıram. Həm buranı, həm oranı idarə eləyirəm ikisini bir arada. Siz bizə örnək olursunuz Aygün xanım. Çox sağ olun Nərmin xanım. Mən bir dənə söz deyim Nərmin xanım sizə. Deyil. Birinci sizə təşəkkür eləyirəm. Mən həqiqətən çox dəyişmişəm. Səs tonum, danışığım, oturuşum, hətta baxışım belə dəyişib də. Yəni indi mən rayondayam, mamamgilə gəlmişəm. Burada qonaq-əqrəbə çox gəlir də. Və özümü ilk dəfədir ki, qadın kimi hiss eləyirəm. Və bir də ona görə sizə təşəkkür eləmək istəyirəm ki, biz fevral seminarında olan hamı üçün böyük bir jest elədiniz. Ona görə də sizə mən çox təşəkkürümü bildirirəm. Həqiqətən sizin həyatıma toxunuşlarınız mükəmməldir. Yəni indi bu seminarlara qoşulmağı yoldaşım üçün yox ki, yoldaşım mənə belə davranır, görüm bunu necə çözməliyəm. Özüm üçün qoşuluram ki, görüm özümü necə düzgün aparmalıyam, bir qadın özünü necə düzgün aparmalıdır deyə qoşuluram. Yəni yoldaşıma görə qoşulmuram. Əvvəllər yoldaşıma görə qoşulurdum, amma indi özümə görə, öz qadınlığıma görə qoşuluram. Nə gözəl Aygün xanım. Sevindim fikirlərinizə görə, nəticələrinizə görə. Bu seminarda da sizi görməyimə sevindim. Qeydiyyat nişanə apardığı üçün mən çox az qeydiyyat aparıram. Kimlər qoşulur tam bilmirəm. Yalnız Zoom-a qoşulanda gördüm sizi. Sevindim burada olmağınıza. Yaxşı ki buradasınız. Daha yaxşı nəticələr, daha yaxşı ailə həyatınızın olmağını ümid edirəm sizin üçün. Çox sağ olun. Təşəkkür edirəm Nərmin xanım. Sağ olun. Növbəti xanıma keçirəm, səsini. Hə. Burada bir xanım var, adını qeyd etməyim amma. Yəni Zoom yazılıb adına. Hər vaxtınız xeyir, zəhmət olmasa adınızı qeyd etsəz, sualınızı verə bilərsiniz. Sadəcə adınızı yazmamısınız, mən bilmirəm adınız nədir. Səsinizi açsın, zəhmət olmaz. Salam, hər vaxtınız xeyir. Siz sual vermək istəmirsinizsə? Asimə xanım, siz sual verin. Hər vaxtınız xeyir. Biz Asimə xanım səsini eşitmirik. Nişan xanım eşitirsiniz siz? Yox, eşitmirəm. Siz də eşitmirsiniz. Asimə xanım səsinizi açın, zəhmət olmasa. Xanımlar görürəm. Açdım. Basılar amma necə seminarı dinləmirlər. Sizin nədir? Asimə xanım, salam, hər vaxtınız xeyir.
Sağ olun. Mən belə bir sual vermək istəyirəm. Mən bir adamla bir söz deyirəm ki, işdə və yaxud evdə sakit deyirəm, amma bir anda parlayıram, özümdən çıxıram, artıq hisslənirəm. Sonra da özüm vicdan əzabı çəkirəm ki, mən niyə bunu sakit deyə bilmədim? Mən necə edə bilərəm ki, özümü sakitləşdirib onu düzgün ifadə edirəm fikrimi. Amma qadın kimi yox da bir kişi kimi qışqıraraq, səsimi ucaldaraq deyirəm. Amma xəssiyyət olaraq da həqiqətən çox sakit bir insanam. Amma bir istədiyim bir şey alınmayanda dəhşət dərəcədə əsəbi, aqressiv oluram. Onu düzəldə bilmirəm özümü. Belə deyim də. Bu davranış pozuntusudur Əsma xanım. Onun istədiyini belə razılaşıram da, amma aqressiv cavab verirəm. İşdə olsun, evdə olsun. Bu bir davranış pozuntusudur. Beyin bu kimi davranışları doğru bildiyi halda dəyişə bilmir. Bilirəm səhvim, hə, onu başa düşürəm. Amma eləyə bilmirəm də çox aqressiv cavablar verirəm. Yəni dediyim kimi bu davranış pozuntusudur. Əgər şuur bir davranışın həqiqətən səhv olduğunu bilirsə, onu dərhal özündə dayandırır. Mən onu Amma necə həmin an şuurunuz bunu deməli səhv bir rəftar olaraq bilmir. Bildiyi yeganə davranış forması budur. Buna görə də Əsma xanım, seminardan öyrəndiyiniz həll yolları var. O həll yollarda not dəftərinizə yazırsınız. O həll yollarından hər birini həftədə bir dəfə mütləq tətbiq edin. Bu kimi davranış pozuntuları anidən düzələ bilmir. Buna biraz zaman lazımdır. Özünüzə 6-7 ay verin və 6-7 ay görün nə qədər böyük dəyişimlər demək. Məsələn, bir aya 12 dəyişim, 12 hərəkət düşür, 6 aya görə nə qədər dəyişim düşür. Buna görə də özünüzə biraz zaman verin və seminarda olan tapşırıqların hamısını tətbiq etməyə başlayın. Məsələn, bu həftə tətbiq edin ki, yoldaşımla mən dilində danışacağam. Yenə qışqıra-qışqıra danışıram, amma mən dilində danışıram. danışıram, onu eləyirəm, mən dilimdə danışıram. Deyirəm, mən narazıyam. Demək, onda bu texnikanı etmisiniz. İndi ikinci həftə üçün özünüzə başqa bir texnika götürün. Üçüncü həftə üçün başqa texnika. Yəni, bu davranış pozuntusu Əsma xanım anidən dəyişməyəcək. Sadəcə biraz səbirlə dəyişə bilən bir şeydir. Özünüzün üzərində çox ciddi işləməlisiniz. Əgər görsəz ki, işləyə bilmirsiniz, artıq dəyişim dirənir və dəyişim getmir, eyni yerdə qalırsınız. Burada mütləq artıq fərdi görüş almalısınız. Əslində bu mən dilimi deyirəm, məsələn, kim nə dedi onu qəbul edirəm. Amma içində onu qəbul elədiyim üçün özümü çox hiss edirəm ki, mən niyə bunu qəbul edirəm? Bilirəm o düz hərəkət deyil, mənim elədiyim düz hərəkət deyil. Amma yenə də aqressiv deyirəm, cavab verirəm, sərt cavab verirəm. Onu da düzəltməyə çalışıram, amma başara bilmirəm deyəsən. Hələ ki fərqindəlik tam olmur. Buna görə də Əsmə xanım, sizin zehniniz sizin hələ ki təhlükədə olduğunuzu düşünür. Təhlükəsizliyə hələ gələ bilməmisiniz. Buna görə də fərqindəliyiniz daha da artmalıdır. Hər insanda fərqindəlik eyni qədər artmır Əsmə xanım. Bizim yaşadığımız, keçmişimiz çox önəmlidir. Məsələn, elə qadın var ki, bir seminarda onda fərqindəlik artır. Məsələn, elə qadın var, o çox çətinliklər yaşayıb, keçmişində çox travmalar olub. Bir seminardakı fərqindəlik ona yetmir, bir neçə seminar lazım olur. Yəni, sizdə artıq görürəm ki, bu bir seminarın mövzusuyla sizdə yetmir. Buna görə də fərqindəliyinizi yetərincə artırın. Nə qədər seminarlarımız olsa qoşulun, bütün seminarları izləyin, lazım gəlsə kayıtlara baxın. Digər seminarda varsınızsa, hələ 16 ay tamam olmayıb, onun da kayıtlarına baxın. Hələ icazə verin ki, fərqindəliyiniz artsın, tamam mı? Bəlkə də bunlar sizin həyatınızda ilk dəfə eşitdiyiniz məlumatlardır. Beyniniz hələ özünü təhlükədə hiss edir. Zaten siz sualı verən kimi mən sizə cavab verdim ki, beyniniz düz bilmədiyi bir şey etməyəcək. Mən başa düşürəm. Mən elə ki, anamı, atamı bağışlaya bilmirəm. Onu siz bu Baxın Əsmə xanım, siz bilirsiniz necə danışırsınız. Bilirsiniz ki, tutalım ki, nə bilim, bir sözünüz o birinin o qədər əksidir ki, siz başa düşmürsünüz. Baxın, şuurlu olaraq sadəcə belə bir şey olduğunu bilirsiniz. Amma başa düşmürsünüz. Başa düşmək bu deyil Əsmə xanım. Başa düşmək zehnin və beynin işidir. Beyin onu sizdən alır, avtomatik şəkildə edir. Məsələn, acımaq duyğumuz necədir Əsmə xanım? Biz özümüzü acıdırırıq. Yox. Avtomatik olan bir reaksiya olur. Baxın, beyni qəbul etməkdir. Eyni ilə belədir. Biz sadəcə beyinə icazə verə bilərik ki, o daha yaxşı qəbul etsin. Buna görə də fərqindəlikləri artırmalıyıq. Siz üzdən məlumatı bilirsiniz sadəcə. Hə, ata-ananı bağışlamaq lazımdır, bağışladım.
Axı beyniniz bu məlumatları işləmir. Buna görə də yetərincə çox fərqindəlik almalısınız. Bir il özünüzə vaxt verin. Görsəz ki, dediyim kimi dəyişim dirənir, heç bir nəticə yoxdur. Burada artıq mütləq fərdi görüş almalısınız. Deməli, sizin özünüzün də bilmədiyiniz problemlər. Çox sağ olun. Siz də Anladım. sağ olun. Sağ olun sizin. Sonuncu sualımızı da verək, çünki artıq seminarın bitməsinə 4 dəqiqə qalıb. Bir xanımımızı da seçin, Nərmin xanım, onun da sualını cavablandırın. Burada Sevinç xanım var, sual vermək istəyir. Hər vaxtınız xeyir, Sevinç xanım, buyurun. Vaxtınız xeyir. Mən bir sual vermək istəyirəm. Mən yoldaşımla yeni evliyəm, amma heç cür yəni yola getmirik də. Amma ki sevgili vaxtından emosional yaxınlıq deyirsiniz, o emosional yaxınlıq qurmayıb. Yəni əvvəldən xasiyyəti budur. Mən dili ilə danışsam belə heç cür başa düşmür. Hər şey davaya çevrilmiş kimi başa düşür. Xasiyyəti çətindir, amma əvvəldə yəni ki mən onu niyə xasiyyətini belə qəbul eləməliyəm, bu seminardan belə başa düşürəm. Ya da ki, yəni heç cür dözə bilməm də bu xasiyyətinə. Emosional yaxınlıq qurmayan birinə sualım belədir ki, emosional yaxınlıq qurmayan birinə, yəni xarakteri belədir, mənə elə gəlir. Onunla hansısa bir dildə emosional yaxınlıq qura bilərəm. Ümumiyyətcə, emosional yaxınlıq qurmur və xasiyyəti belədir deyə bir anlayış yox. Bu bizim ehtiyaclarımızdır. Bu bilirsiniz nəyə bənzəyir? O yemək yemir, xasiyyəti belədir. Yəni, ola bilsin ki, sizin pişirdiyiniz yeməyi sevmir, amma adam mütləq ki, yemək yer, bu təbii ehtiyacdır. Yəni, Sevinç xanım, emosional ehtiyaclar ola bilsin ki, o sizinlə qarşılanır. Xarakteri belədir deyə bir məsələ yox. Və burada məsələ budur ki, o emosional ehtiyaclarınızı sizin ödənmirsə, siz hansı məntiqlə onunla ailə həyatı qurmusunuz? Çünki axı ailə həyatı quranda məntiq belə olmalıdır ki, ehtiyaclar ödənilir. Mən onun ehtiyacını ödəyirəm, o mənim. Tamam, deyək ki, burada bu məntiq yoxdur, ehtiyacları ödəmir. Siz onunla nəyə görə evlənmisiniz? Məsələn, puluna görə, sevdiyinizə görə, ya məcbur, nəyə görə ailə həyatı qurmusunuz? Heç bir məcburiyyət olmayıb. İkimiz də bir-birimizi istəmişik. Emosional O yaxınlıq zaman olmasa da sevgiyə digər görə. hər şey qaydasında olub. Tamam, o zaman digər hər şeyin qaydasında olmağına şükür edib davam etməlisiniz. Yəni burada dediyim kimi başlanan məntiq nədirsə, biz o yöndə davam etdirməliyik münasibətimizdə. İkinci bir dənə sualım var. Məsələn, mən atamın anama qarşı olan davranışları həmişə məni əsəbləşdirirdi, məni incidirdi. Ata olaraq yox, sadəcə yoldaş olaraq incinirdim də bu hərəkətlərindən, davranışlarından. Yoldaşım da demək olar ki, tam eyni xasiyyətdədir. Amma məsəl üçün bacım deyirdi ki, yoldaşım kimi biri, atam kimi biri qabağıma çıxsın, onda əksinədir. Yəni atamın xasiyyətinin eyni deyil. Amma məndə tam atamın sevmədiyim xasiyyətlərinə eynidir yoldaşımın xasiyyəti. Yəni bunun psixoloji səbəbi nə ola bilər? Mamanız kimi olmağınız. Mamanız kimi olduğunuza görə həyatınızda mamanız kimi kişi, mamanızın həyatına çıxan kişidən çıxır. Anladım. Buna görə də siz mamanızın etdiyi heç bir səhvləri etməməlisiniz. Ananızın, atanıza davrandığı kimi davranışları tətbiq etməməlisiniz. Yəni evlilik yeni bir evlilikdir, Sevinç xanım. Buna görə yəni biraz vaxt vermək lazımdır ki, ilk 3 ayda bu kimi problemlər ola bilər. Qarşı tərəfin neçə yaşı var? Eyni yaşda, ikimizin də 29 yaşı var. Və mən özüm də hamiləyəm. Elə bir əsəbləşdiyim şeyə indi 5 qat əsəbləşə bilirəm. Hamiləlik dövründə haqlısınız, yəni hormonlara görə. Hətta dünənləri ayrılmaq istədiyimi dedim. Çünki maddi olaraq ehtiyaclarımı ödəsə də mənəvi olaraq ödəmir. Elə bir ki, münasibətdə bunlar mənim üçün çox vacibdir. O buna belə soyuq reaksiya verdi. Bəs onun üçün münasibətdə vacib olan nələrdir? O da eyni sizin seminarlardan başa düşdüyüm qədər, o da eyni mənə deyir ki, mən də onun emosional ehtiyaclarını qarşılamıram. O da mənə məsələn deyir ki, hər şey danışırsan, məni başa düşmürsən, mən özümü dəyərli hiss eləmirəm. Məsələn, danışanda olur da, danışdıqlarından belə başa düşürəm ki, mən də onun üçün qarşılamıram. Yəni, Sevinç xanım, qarşılıqlı olaraq bunları bir-birinizə ödəmirsiniz. Evliliyin ilk ilində az ödənmə, əksik ödənmə bunlar ola bilir. Çünki hələ ki bir-birinizə uyğunlaşma dövrüdür.
və hal-hazırda hamiləlik yaşayırsınız, münasibət nə çətin dövrdür. Belə bir dövrdə bu münasibət ömür boyu davam etsin və ya bu münasibət bitsin, boşanaq deyə qərarlar almamalısınız. Hər ikiniz də sağlam düşüncəyə gəldikdən sonra bu qərarları verməlisiniz. Ona görə də seminarları dinləyin, biraz sakitləşin, sakitləşdikdən sonra qərar verin. Ən gözəl qərarı istər boşanma olsun, evlilik olsun, Sevinç xanım, sağlam insanlar verirlər. Siz hal-hazırda həssas dövrdəsiniz. Həssas dövrünüz keçdikdən sonra yenidən qərar verin. Boşanma qərarını aktual saxlamayın hələ ki. Nərmin xanım, olar ki, bir dənə də söz soruşum. Buyurun. eşidiyorum. Məsələn, mən təhsil almışam, işləyirdim. O işdən məni uzaqlaşdırıb, ətrafımın bir çox şeylərindən uzaqlaşdırıb. Yəni əvvəlki həyatım tamamilə yox olub. Bəzilərinin qarşısını ala bilsəm də, bəzilərini ala bilməmişəm. Amma özü həmişəki əvvəlki həyatına davam edir. Yəni demək istəyirəm ki, məsələn, məni özündən başqa heç bir şeyə qarışmağa, yəni özündən başqa həyatım yoxdur da, ondan başqa. Amma belə bir həyatım yox idi əvvəllər. İndi də məsələn mən nəsə istəyəndə mənim başqa bir həyatım da var deyir. Bu mənə toxunur ki, bəs mənim də həyatım var axı. Sən əlimdən alırsan o həyatı, almısan. İndi də mənim başqa həyatım var deyə bilmərsən axı. Baxın, bu mövzularda çox haqlısınız, amma indi bir siqnal var ki, siz hamiləsiniz. Ona görə də bu dövrü yalnız hamiləliyinizin gözəl keçməsinə həsr etməlisiniz. Uşağınız sizin bətninizdədir və çalışın ki, gününüz gözəl keçsin, yürüyüşlərə çıxın, seminara davam etdirin, seminardakı maraqlı texnikalardan edin. Bu hamiləlikdə keçmiş yaraları yox və ya keçmiş həyata qayıtmaq, yenidən işə və s. bunlara qayıtmaq yox. Zaten Sevinç hal-hazırda yetərincə yorğundur. Ona görə Sevinç xanım, sadəcə hamiləliyinizə fokuslanmağınızı tövsiyə edirəm bu dönəmdə. Çox sağ ol. Siz də sağ olun. Nişan xanım, baxar bir xanım var, səsini aça bilmirdi. Əgər o aça bilsə, sualını da versin, yetməşdir. Bəli. Salam. Səsim gəlir? Bəli, gəlir. Salam, hər vaxtınız xeyir. Səsiniz getdi. Siz sual verəndə səsiniz gedir, salam verəndə gəlir. Salam. Olar mı? Gəldi indi. Bəli, gəlir. Buyurun. Deməli, mən yoldaşımdan elə böyük bir problem. Sizin səsiniz yenə getdi. Qulaqçıqdasınız ona görə. Yox, qulaqçıqda deyiləm. Danışın. Olar ki, mən yoldaşımın telefonu qoşulub danışım. O vaxtda onu cavablandırasınız. Olar ona kimi Bir dəqiqə. sual verim. Canan xanım, siz deyilsiniz sual verən. Buyurun, siz verin indi. Salam, Nərmin xanım. Tamam, hər vaxtınız xeyir. Salatınız xeyir. Mən bir sual vermək istəyirəm. Bu məndə bir problem var ki, əvvəlkiləri çox yada salıram da, yəni nəsə bir problem olanda sırası əvvəlki bir naprimер xəyanət eləyib, bir il bundan qabaq xəyanət eləyib. Amma üzr istəyib, sonra yəni deyib ki, yəni bunları mən yaddan çıxartmışam da. Amma yenə də mən o elə olaraq yadıma düşür də, yenə hər sözdə, hər danışıqda mən o sözü deyirəm də. Yəni deyirəm ki, bax bunu yaz. Mən mesajlarını tutmuşdum onu. Yəni yadına salıram, deyib bunu mən yaddan çıxartmışam axı. Sən niyə yada salırsan hər dəfə? Bilirsiniz nə qədər eləyirəm, yaddan çıxarda bilmirəm də mən onu. Nə qədər müddət keçir xəyanətin üzərindən? Bir ildən çoxdur. Xəyanət seminarını hələ keçməmişik, xəyanət mövzumuz olacaq. Orada bu mövzu haqqında çox geniş danışacağam. Bir çox texnikalar verəcəm sizə. Yəni, bir də ki, necədir, o mənimlə, yəni bir şey alır, naprimер, ev alır, mənlə bölüşmür də, axırda deyir ki, olaraq hamı, qardaşı bilir. Evdə necədir, qardaşı ilə, anası ilə, atası ilə çox, yəni başqa da bir, uşaqları ilə də bir başqadır. Amma gəl mənimlə yəni metod da, yəni bilmirəm anasından çəkinir, mamasından da çox çəkinir də. Mamasının yanında yəni bir söz deməyə bir çəkinir mənimlə. Mən yəni deyirəm ki, naprimер aldı şəkil çəkdirir. Deyirəm ki, durayım, mamasının yanında qorxur, düz durur ki, yəni birdən qucaqlayaram, mamam görər məni. Bu şey də var bizdə. Baxın, gəlin ilk sualınıza cavab verin. Xəyanətlə bağlı olan
xəyanət seminarında orada suallarınıza cavab tapacaqsınız. Əgər qaranlıq xəyanətə qalsa, orada sual verərsiniz, vaxtla cavablayaram. Xəyanət periodu dəstək alsanız belə 1 il davam edir. Yəni dəstəklə 1 ilə sağlam şəkildə aşa bilirsiniz. Dəstəksiz bu ömrünüzün sonuna qədər nəvələrinizə də belə deyirsiniz ki, o vaxt babam mənə belə şey etmişdi. Buna görə də yəni hal-hazırda bu dövrü yaşamağınız çox normaldır. Bu posttravmatik stressdir. Necə ki bir maşında qəzaya düşəndə, sonra hər dəfə maşına minəndə düşünürük ki, avariya olarıq, deyirik ki, qəzaya düşmək normaldır. Xəyanət mövzusu da eyni ilə belədir. Yəni hal-hazırda Heç Nərmin xanım, xəyanət deyir, adi bir şey yadıma düşəndə, yəni nabarot o əvvəlki şeyləri yadıma salıram ki, hə bu belə olmuşdu. Dostluq, xəyanət və digər mövzular fərq edir. Bunlar posttravmatik stressdir. Travma yaşanır, stres bədəndə qalır və o stressi sizdə tetikləyəcək hansısa hadisə olsa, söz olsa, rəng olsa, şəkil olsa, nə bilim bir ətir iyi olsa, onu sizdə tetikləyəcək. Dərhal bədən yenidən stresi yaşayır. Çünki bu bir posttravmatik stressdir. Daha sonra gəlin ikinci sualınıza keçib. Partnyor hər kəslə yaxındır, sizinlə uzaqdır. Bunun bir çox səhvləri ola bilər. Məndən çox uzaqdır. Evliliğinizi tanımıram deyə bunu deyə bilmərəm. Sadəcə bir neçə misallar çəkəcəm. Sizin evinizə aid ola da bilər, olmaya da bilər. Adətən belə evlərdə gözləmlədiyim nə olur? Bəylər öz ailələrinə, öz kök ailələri ola bilər, qardaşların ailələri ola bilər, dostları ola bilər. Oradan yetərincə təsdiq alırlar. Yəni orada yetərincə onlar təriflənirlər, orada yetərincə kişidirlər, yetərincə əladılar, kraldılar. Amma öz qadının yanında qadın axı onun üzünə səhvlərini deyir, ehtiyacları deyir. Yəni qadın burada tək qalır, təklənir. Yəni düşün ki, onun ətrafında hamı ona deyir, sən yaxşısan, bir dənə pis deyən sizsiniz. Sizcə ona görə səhv kimdir? O qədər insan yoxsa siz? Əlbəttə siz. Buna görə yəni burada sanki siz təksiniz. Sizin heç bir dəstəyiniz yoxdur. Siz tək olaraq mübarizə aparırsınız. Amma onun orada arxasında hamı ona deyir ki, sən düzsən, hərəkətlərin əladır. Birinci səbəb bu ola bilər. İkinci səbəb siz də onun ehtiyaclarını ödəmirsiniz. Ailə digərləri onun ehtiyaclarını ödəyəndə deməli adamda problem yoxdur. Adam emosional yaxınlıq göstərə bilir. Hə, sizə göstərmirsə, bəlkə siz də onun ehtiyaclarını ödəmirsiniz. O sizə xəyanət edib deyə və ya nə vaxtda hansısa səhv edib deyə siz o səhvi əlinizdə tutmuşsunuz və başlamısınız ki, yox. Sən səhv etdin, mən sənə ehtiyacını ödəmirəm, sənin mənə borcun var, sən mənim ehtiyacımı ödəməlisən. Yəni ikinci səbəb bu ola bilər. İkinci səbəb isə münasibətin keçən seminarda soyumadan danışmışdıq ki, soyuma mərhələləri var. Münasibətin soyuması var. Bəlkə də münasibət əvvəlləri yaxşı idi, artıq yoldaşınız sizdən soyuyur. 16 ildir biz evliyik. 16 ildir bağışlayın. 16 ildir biz evliyik. Yəni əvvəldən bu belədir. Yəni deyim ki, Onda bu sonuncunu sıradan çıxardırıq. Onda deməli sonuncu dediyim sizə aid deyil, digər ikisinin üzərində və ya münasibətdə başqa bir hissə də ola bilər ki, məsələn, ər-arvad olaraq aranızda, münasibətin dinamikasında və burada həmçinin sizin böyük ailəniz var. Yəni yoldaşınızın kök ailəsi var. Onların da təsiri olmuş ola bilər buna. Buna görə bu daha çox fərqli görüş istəyir, amma ümumi olaraq məsləhətlərinizi bir dənə də sual verin, başlayın mənə. Bir də ki, o necədir? Hər şeyə zat bir şey deyirəm ki, uşağın bayramı var, ora getməliyəm də mən. Onu mənə hər şey zapret qoyur da. Yəni deyir, yox, getmə. Hər şey yox deyir. Bu insan deyir ki, elə mən yox deyim, sən də qəbul elə. Əvvəl yola verirdim. Yəni qəbul edirdim, deyirdim, hə yaxşı deyirdim, keçirdim. Amma indi deyirdim, yəni getməliyəm də bununla. Mən adı salon deyirəm, o da onun üstündə də bir dava düşür ki, sən hər dəfə salon istəyirsən. Yəni belə baxanda 15 günlə, bir aydan bir deyirəm ki, mən salona getməliyəm. Bunu niyə etdiyini bilə bilməyəcəm. Çünki yoldaşınızı tanımıram deyə, yəni sistemi necədir deyə bilməyəcəm. Çox belə, yəni kişilər bunu sayılmayanda edirlər. Yəni əgər bir qadın onun ehtiyacını yetərincə ödəyib saymırsa, kişi o qadının hər istədiyinə yox deyəcək. Yəni o qadın hər şeyə layiq görməyəcək. Bu da olar. Çox sağ olun. Çox sağ olun, siz də Allah köməyiniz olsun. Əziz xanımlar, bugünkü iştirakınıza görə hər birinizə minnətdaram. Növbəti seminarımızda görüşənə qədər sağ olun, salamat qalın. Sağ olun xanımlar.